Axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir. Necəsiz? Şükür Allaha, yaxşıyıq, siz də yaxşı olun. Təki yaxşı olun canım, yaxşı olun. Müəllimlər, ekran görüntüsü eləmişəm, görünür sizdə. Bəli, görünür. Lap yaxşı. Lap yaxşı. Bizdə bugün sürünənlər sinifi, bir də quşlar sinifini izah eləmək istəyirəm. Düzdür, sürünənlər qısadır, amma quşlar biraz uzundur. İndi yarıya qədər izah eləyə bilsəm, eləyərəm. Aynur, mənim bir dənə şey qoy, bir dənə test edim, belə sual verim, sonra başlayalım, nə olar? Buyurun. Mənim o iki dənə sümüklü olanlar hansı sümüklərdir? Suda qurda yaşayanlar, uzun boğrulu sümüklər. İlk dəfə suda qurda yaşayanlarda yaranıb, sürünənlərdə də var, quşlarda da var, məməlilərdə də var. İki sümüklü olan sümüklər, həm sarı sümüklüyü, həm qırmızı sümüklüyü. Uzun boğrulu sümüklər, yəni ətrafların sümükləri. Ancaq onlarda Bəli, 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 bəli. Çünki ətraflar oradadır. Bağışlayın. Buyurun. Müəllimlər, bugün biz keçirik xordallar tipinin sürünənlər sinifinə. Zəhmət olmasa mikrofonları bağlayın ki, mən öz səsimi eşitməyim. Yaxşı. Deməli, bax, biz sizlə, müəllimlər, biz sizlə xordallar tipinin, deməli, dedik ki, xordallar tipi kəlləlilər və kəlləsizlər yarım tipinə bölünür. Kəlləsizlər yarım tipinin bir sinifi, başı xordallar sinifinin nümayəndəsi Neştərçə, kəlləlilər yarım tipinin də, yəni onurğalılar yarım tipinin də 7 sinifi haqqında 7 sinifindən danışdıq və onların məsəl üçün dəyirmi ağızlardan monoqadır, sonra balıqlar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda qurda yaşayanlar. Bugün isə sürünənlər sinifi haqqında məlumat verəcəm. Sürünənlər sinifi və yaxud da reptillər də deyirlər bunlara. Sürünənlər və ya reptillər. Suda qurda yaşayanlar və ya amfibilər, suda sürünənlər və ya reptillər. Sürünənlər də xordallar tipinin sinifidir və kəlləlilər və ya onurğalılar yarım tipinin, yəni nümayəndəsidir sürünənlər. Bunların, müəllimlər, ümumiyyətlə, bunlar nə zaman yaranıb? Sürünənlər sinifi yaranıb, deməli, paleozoy erasında. Əslində, xordallar tipini götürürdük Proterazoy erası, yəni arxeiden sonra gələn və ən uzun çəkən era olan Proterazoy erasında. Kəlləsizlər, yəni onurğasızlar yarım tipini Neştərçəni burada götürdük. Kəlləlilər, yəni onurğalılar yarım tipinin isə balıqları götürdük Silurda, yəni yadınızdadsa dedik ki, demək çənəsiz onurğalılar, dəyirmi ağızlar, yəni monoqa. Bunu götürmüşdük Paleozoy erasının Ordovik dövründə. İlk yaranan balıqları götürdük Paleozoy erasının Silur dövründə və suda qurda yaşayanlar və ya amfibiləri götürdük Paleozoy erasının Devon dövründə. Sürünənləri isə götürürük Paleozoy erasının daş kömür dövrü və Paleozoy erasının daş kömür dövrünü sürünənlərdə yaranan bütün əlamətləri, bütün ilkləri və yaxud da bu ilklərə biz aramorfozlar da demişdik. Əgər yadınızdadsa makro təkamüldə, təkamülün yollarında tərəqqiyə aparan yollar aramorfoz, idioadaptasiya və ümumi degenerasiyada aramorfoz, yəni yaranan ilklər. İndi Paleozoy erasının daş kömür dövründə əgər sürünənlər yaranıbsa, deməli sürünənlərlə bağlı yaranan ilkləri də məhz biz Paleozoy erasının daş kömür dövrünə götürəcəyik. İndi gəlin baxaq görək nələr yaranıb bunlarda. Artıq biz balıqlarda, suda qurda yaşayanlarda yaranan ilkləri bilirik. Bugün sürünənlərlə tanış olaq. Bax, deyirik ki, müəllimlər, məsəl üçün, bax, götürək nəyi? Döş qəfəsi. Məsəl üçün, biz dedik ki, döş qəfəsinin əmələ gəlməsi üçün nə lazımdır? Baxın, döş qəfəsinin əmələ gəlməsi üçün nə lazım idi? 3 struktur. Döş sümüyü, biz bir ki, döş sümüyü tək sümükdür, bir sümükdür. Qabırğalar lazım idi, bir də onurğa sütunu lazım idi. Yəni, onurğa sütununun da döş fəqərələri olan hissəsi lazım idi. İndi baxın, döş sümüyü ilk dəfə əmələ gəldi suda qurda yaşayanlarda, Paleozoyun Devon dövrü. Lakin yuxarı ətraf qurşağı kimi əmələ gəldi. Və onlarda qabırğalar yox idi, ona görə də döş qəfəsi də olmadı. Lakin fəqərənlə qabırğa ilk dəfə əmələ gəlib balıqlarda, onlarda da döş sümüyü olmadığına görə döş qəfəsi yox idi. Lakin sürünənlərdə döş sümüyü də var, deməli, onurğa sütununun döş fəqərələri də var, hətta sürünənlərdə qarın qabırğaları da var. Yəni, bir var döş qabırğaları, yəni
Biz bilirik ki, qabırğalar əsasən döş fəqərələrinə birləşir də, düzdürmü? Bunlarda qarın qabırğaları da var sürünənlərin nümayəndələrində. Deməli, döş sümüyü var, özə gövdənin skeletinə aiddir. Qabırğalar var və onurğanın da fəqərələri var, döş fəqərələri var və bunlar birləşib yaratdı döş qəfəsini ilk dəfə nədə? Sürünənlərdə ilk dəfə döş qəfəsi. Deməli, döş qəfəsini götürəcəyi Paleozoerasın daş kömür dövrü. Bundan başqa nə deyə bilərik? Ürəkdə yarımçıq ara kəsmə. Ürəkdə yarımçıq ara kəsmə. Bax, biz dedik ki, balıqların ürəyi 2 kameralı idi, bir qulaqçıq, bir mədəcik. Suda qurda yaşayanların ürəkləri 3 kameralı idi, 2 qulaqçıq, bir mədəcik. Amma bunların da yarımçıq ara kəsmə yox idi. İlk dəfə olaraq ürəkdə yarımçıq ara kəsmə sürünənlərdə yarandı daş kömür dövründə. Lakin yəni yarımçıq ara kəsmə olmasına baxmayaraq, yenə sürünənlərin əksəriyyət nümayəndələrində timsah xaric ürəkdə 3 növ qan var. Arterial qan, venoz qan, qarışıq qan. Ürəyin sol tərəfində, sol qulaqçıqda arterial qan, sağ qulaqçıqda venoz qan, bizim kimi bizlə eyni, lakin mədəcikdə qan qarışır, qarışıq qan. Ürəkdə də 3 növ qan, bədəndə də 3 növ qan. Yəni suda qurda yaşayanlarda olduğu kimi sürünənlərdə də ürəkdə dövr eləyən qanın növ sayı bədəndə dövr eləyən qanın növ sayına bərabərdir. Sürünənlərin bir nümayəndəsi olan timsahlarda isə ilk dəfə olaraq deyə bilmirik. Çünki timsah yaranıb Mezozoerasının Tiras dövründə dövrün sonuna yaxın. Kitab cümləsi dövrün sonuna yaxın. Amma timsahlardan birinci yaranıb ilk məməlilər, yəni ördək burun və yexidna. Və ilk dəfə olaraq ürəkdə tam ara kəsmə, arterial və venoz qanın ayrılması, sol tərəfdə tamamən arterial, sol qulaqçıq, sol mədəcikdə, sağ tərəfdə sağ qulaqçıq, sağ mədəcikdə venoz qanın olması ilk məməllərdə əmələ gəlib. Ona görə də ilk dəfə timsahda deyə bilmirik. Lakin deyə bilərik ki, sürünənlər sinifində timsahın artıq ürəyində tam ara kəsmə var. Ürəyin sol tərəfində arterial, sağ tərəfində venoz qan var. Lakin suda qurda yaşayanlarda olduğu kimi sürünənlərdə də, o cümlədən timsahın da ürəyindən tək yox, cüt aorta qövsü çıxır. Buna görə də ürəkdə tam ara kəsmə olmasına baxmayaraq, cüt aorta qövsü çıxdığına görə bədənə qarışıq qan gedir. Ona görə də timsahın ürəyində dövr eləyən qanın növ sayı 2 növdür, arterial və venoz, bədənə gedən qanın növ sayı isə 3 növdür. Arterial, venoz, qarışıq. Buna görə də ürəkdə dövr eləyən qanın növ sayı, bədəndə dövr eləyən qanın növ sayından kiçik olan canlılar siyahısına timsahı da əlavə eləyə bilərik. Balıq idi və yadınızdadsa balıq idi, deyirdi ki, mollyuskalar idi, buğum ayaqlar idi və timsah da bunların içərisindədir. Çünki balığın ürəyində bir növ qan, bədəndə 2 növ qan. Buğum ayaqlarda, mollyusklarda ürəkdə bir növ qan, bədəndə 2 növ qan və timsahda da ürəkdə 2 növ qan, bədəndə 3 növ qan. Deməli, ilk dəfə döş qəfəsi yarandı, ilk dəfə ürəkdə yarımçıq ara kəsmə yarandı və timsaha mı ilk dəfə deyə bilmərik. Düzdür, timsahın ürəyində tam ara kəsmə var idi, amma ilk dəfə deyə bilmirik. Çünki ilk dəfə tam ara kəsmə məməllərdə yaranıb. Amma ürəkdə yarımçıq ara kəsməni sürünənlərdə götürürük. Deməli, timsahda tam ara kəsmə, cüt aorta qövsü, 4 kameralı ürək. Deməli, ilk dəfə olaraq 4 kameralı ürəyi də timsahda götürə bilmirsiniz. Çünki tam ara kəsmə ilə zaten 4 kameralı ürək deməkdir. İlk məməllərdə yaranmışdır. Lakin yarımçıq ara kəsməni deyə bilərik. Tam ara kəsməni isə Mezozoerasının Tiras dövründə ilk məməllərdə götürəcəksiniz. Timsah isə dövrün sonuna yaxın yarandığına görə bu timsaha aid deyil. Deməli, birinci tam ara kəsmə, 4 kameralı ürək ilk məməllərdə yaranıb deyirik. Lakin yarımçıq ara kəsmə, döş qəfəsi sürünənlərdə Paleozoyun daş kömür dövrü. Bundan başqa nə deyə bilərik? Baxın, beyin qabığı, müəllimlər, ilk dəfə olaraq özə rüşeym halında beyin qabığı, yəni boz maddədən ibarət beyin qabığı ilk dəfə rüşeym halında beyin qabığı meydana gəldi sürünənlərdə və ön beyin daha da yaxşı inkişaf eləməyə başladı. Balıqlarda beyincik daha yaxşı inkişaf idi, cəldliklə əlaqədar olaraq. Suda qurda yaşayanlarda dedik ki, ön beyin daha yaxşı inkişaf eləyibdi və artıq sürünənlərdə deyirik ki, sürünənlərdə ön beyin qurbağalardan da, balıqlardan da daha yaxşı inkişaf eləyib və ilk dəfə olaraq rüşeym halında beyin qabığı əmələ gəlib deyirik. Bundan başqa
Dişlərin ixtisaslaşması da bunlara aiddir. Lakin dişlərin ixtisaslaşmasını biz belə deyək də daş kömür götürmürük. Düzdür, dişlərin ixtisaslaşması ilk dəfə yırtıcı dişli sürünənlərdə olub. Hansı ki biz dinozavrlar, pterozavrlar, pterodaktilər, sonra ixtiyozavrlar, teriyodontlar, yadınızdadsa bunları sadalayırdıq ki, bunlar yırtıcı dişli sürünənlərdir. İlk dəfə olaraq dişlərin ixtisaslaşması, yəni kəsici, köpək, ağzı dişlərə bölünməsi yırtıcı dişli sürünənlərdə olub ki, bunlar da teriodontlardır. İxtiyozavrlar da yazılır, teriodontlar da yazılır ki, bunlar da məməlilərə başlanğıc verən qrupdur. Və bunlar sürünənlərlə məməlilər arasında keçid təşkil edən aralıq formadır. Bunlar isə yaranıbdır ilk dəfə Paleozoerastın Perm dövründə. Yəni onu orada götürəcəksiniz. Dişlərin ixtisaslaşmasını Perimə götürürsünüz. Bundan başqa yaranıb bunlarda nə? Baxın, bayaq Elçin müəllim də dedi, borulu sümük. Borulu sümük bilirsiniz nədir? Borulu sümük, sümüyün forması boru formada olduğuna görə buna borulu sümük, uzun sümüklərdən söhbət gedir. Bizdə necə bud, baldır, qamış, incik, sait, mil, dirsək sümükləri var idi. Bax, bunlardan söhbət gedir. Aydın məsələdir ki, ilk dəfə primitiv ətrafları həlqəvi qurtların çoxqıllı qurtlar sinifi olan nereiddə götürdük. Dedik ki, yəni ətraf demək olmazdı da. Yəni hər buğumdan bir cüt primitiv ətraf belə deyirdi. Bu borulu sümük mənasına gəlmir. Çünki onlarda sümük yox idi, skelet yox idi. Lakin ilk dəfə olaraq borulu sümükləri və borulu sümüklərdə də iki sümük iliyi var, yadınızdadsa. Balıqlarda ilk dəfə qırmızı sümük iliyi. Biz demişdik insanı keçəndəki ilk dəfə qırmızı sümük iliyi əmələ gəlib. Sonra sarı sümük iliyi əmələ gəlib. Yəni sarı sümük iliyi qırmızı sümük iliyindən əmələ gəlib. İlk dəfə qırmızı sümük iliyi əmələ gəldi balıqlarda. Çünki balıqlarda borulu sümük yox idi. Lakin ilk dəfə sarı sümük iliyi suda qurda yaşayanlarda əmələ gəldi. Çünki borulu sümüklər onlarda yaranıb. Ətraflar, ön ətraflar, arxa ətraflar. Keçən dərs keçəndə mən vurğuladım ki, ön ətrafların sərbəst hissəsi bir dənə bazu sümüyü, bir dənə sait sümüyü, yəni bir ətrafda, iki bazu, iki sait və ön pəncə, yəni bazu sait. Arxa ətraflarda bud, baldır. Bunlarda sait sümüyü artıq mil dirsək, baldır sümüyü də qamış incik sümüyünə bölünmürdü. İlk dəfə olaraq sürünənlərdə, deməli, mil dirsək sümüyü, qamış incik sümüyü əmələ gəldi. Yəni ilk dəfə bax indi şəkildə də göstərəcəm, onlarda götürəcəksiniz. Qamış incik sümüyü, mil dirsək sümüyü bunlar da meydana gəlib deyəcək və borulu sümüklər deyəndə yenə də deyirəm, qurbağada borulu sümüklər postembrional dövrdə əmələ gəlib. Onu götürəcəksiniz Paleozoyun Devon dövrü. Çünki qurbağanın çömçə quyruğunda əvvəl yarananda yox idi ətraf. Daha sonra biz çömçə quyruğun metamorfozuna baxanda dedik ki, ağız, çənələr, sonra dedik birinci arxa ətraf, sonra ön ətraf. Deməli görürsünüz, çömçə quyruq inkişaf edəndə birinci embrional dövrdə yox idi ki, ətrafı, sonradan yarandı. Ona görə postembrional dövrdə qurbağada Paleozoyun Devonu. Lakin embrional dövrdə sürünənlərdə borulu sümük götürəcəksiniz. Paleozoyun daş kömür. Çünki sürünənin deməli balası sürünənlərdə düzünə inkişafdır. Yumurtadan çıxanda artıq onun borulu sümükləri, ətrafları var idi. Ona görə də embrional dövrdə götürəcəyik ki, bunlarda borulu sümüklər. Deməli döş qəfəsi, ürəkdə yarımçıq ara kəsmə, rüşem halında beyin qabığı. Sonra dedik ki, embrional dövrdə borulu sümüklər harda əmələ gəldi? Bunlar da əmələ gəldi. Dişlərin ixtisaslaşması isə Paleozoyun Perimini götürəcəksiniz. Daş kömürü götürməyəcəksiniz. Timsahda tam ara kəsimi idi, digərlərində yarımçıq ara kəsimi idi. Timsahda 4 kameralı ürəyi idi, digərlərində 3 kameralı ürəyi idi. Yenə də 3 kameralı ürəyi Devon götürəcəksiniz qurbağada, 4 kameralı ürəyi Mezoin tirasını götürəcəksiniz ilk məməlilərdə. Əlamətlərinə gəlin baxaq. Yəni sürünənlər sinifinin xarakteri xüsusiyyətləri hansılar idi? Baxın, əsasən quruda yaşayan heyvanlardır. Düzdür. Su mühitinə keçid deyir, baş verir. Su mühitinə keçirlər, amma inkişafları quruda gedir. Yəni çoxalmaları. Biz deyirdik ki, suda quruda yaşayanlar ikili həyat tərzi keçirdirlər. Zaten elə amfibi sözünün mənası da ikili həyat tərzi idi. Karolineyin verdiyi ad. Lakin suda quruda yaşasalar da onların çoxalması su ilə əlaqəli idi. Kürünü suya tökürdülər. Lakin sürünənlərin həyatının çox hissəsi quruda keçir. Suda da yaşayan, məsələn timsah sudan içərisindədir. Lakin çoxalma dövründə timsah sudan çıxıb
gəlib quruda, qumda yumurtalar bastırır. Yəni quruda çoxalmasını həyata keçirdir. Deməli, inkişafı həyatı suda keçənlərin də çoxalma prosesi quruda keçir. Baxın, quruda yaşayan heyvanlar olduqlarına görə bədənlərinin üzərindəki dəri qurudu və sizli və buynuz mənşəli pulcuqlarla örtülüdür. Deməli, balığın dərisi pulcuqla örtülmüşdür, amma balığın dərisində olan pulcuqlar sümük mənşəli idi, canlı hüceyrələrdən təşkil olunmuşdu və balıq böyüdükcə pulcuq da böyüyürdü. Lakin sürünənlərin pulcuqları bunlar canlı deyil, bunlar epidermisin qərniləşmiş üst törəməsidir, buynuzlaşmış təbəqədir. Onda inkişaf getmir, böyümürlər və bədənə ağırlıq elədikcə qabıq dəyişirlər. Yəni bu xüsusiyyətləri var. Buynuzlaşmış təbəqə və dəri qurudu. Nəyə görə dəri qurudu və sizdir? Çünki balığın dərisində zəhər, üzr istəyirəm, bəzilər var idi. Çox olmasa da var idi, pulcuğun üzərinə axırdı. Suda quruda yaşayanların dərisində heç bir törəmə yox idi, çünki dəri tənəffüsü var idi onlarda və dəri də vəzlərlə zəngin idi. Sürünənlərin dərisi vəzsizdir, qurudu, çünki bunlar dəri tənəffüsündən məhrumdular və üzəri buynuz məşəli pulcuqlarla örtülü, yəni qərniləşmiş deməli pulcuqlarla örtülüdür deyirik. Quru həyat tərzi keçirdirlər. Buna görə də ağciyərləri yaxşı inkişaf etməlidir. Mütləq ağciyərlər daha yaxşı inkişaf edib. Ağciyarın şəkili var idi, əgər yadınızdadırsa, mən suda quruda yaşayanlarda göstərmişdim. Orada tritonun ağciyəri var idi, qurbağanın, sürünənin, quşun, məməlinin. Sürünənin ağciyərindəki alveolların sayı daha da çoxdur. Niyə? Çünki sürünən artıq quru yaşayış müddətinə keçdiyinə görə onun ağciyərləri daha yaxşı inkişaf etmişdir. Mayalanmaları daxilidir, rüşemin inkişafı xaricdə gedir. Çünki xaricə yumurta qoyur və mayalanmaları daxilidir. Balıqların əksəriyyətində mayalanma xarici idi. Suda quruda yaşayanlarda mayalanma xarici idi. Sürünənlərdə mayalanma daxilidir. Deməli, mayalanma daxilidir, lakin rüşemin inkişafı xaricdə gedir. Deməli, mayalanma daxilidirsə, onda biz deyə bilərik ki, mayalanma prosesi harada gedirdi? Yumurta borusunda. Deməli, ilk dəfə olaraq yumurta borusunda mayalanma prosesi, elə bunu da sürünənlərə götürə bilərik. Çünki mayalanma daxilidirsə, deməli, yumurta borusunda getməlidir da mayalanma prosesi. Ona görə də bunlarda. Deməli, yumurtanın mayalanması prosesi harada gedir sürünənlərdə? Yumurta borusunda. Və yumurtanı xaricə qoyur. Rüşemin inkişafı xaricdə gedir. Buna görə də deməli, təhlükəyə daha çox məruz qalanlardandır. Balıqlar kimi, suda quruda yaşayanlar kimi, sürünənlər kimi, quşlar kimi. Amma məməllər təhlükəyə az məruz qalırlar. Çünki ana bətnində gedir inkişaf. Yəni ilk məməllərdən başqa. Və inkişaf düzünədir. Nəyə görə düzünədir? Çünki bunlarda yumurtadan çıxan bala öz anasına, öz valideyninə oxşuyur. Yəni sürfə mərhələsi yoxdur deyirik. Və mayalanmaları da sudan asılı deyil. Bayaq da qeyd elədim ki, əsasən quruda yaşayırlar. Hətta suda yaşayanlar da çıxıb çölə yumurtalarını qoyurlar. Mayalanma prosesi sudan asılı deyil deyirik. Çünki mayalanma daxilidir. Suya qurbağa kimi kürü tökmür, balıq kimi kürü tökmür. Balıq kimi, suda quruda yaşayan kimi sürünən də soyuqqanlı heyvandır. Yəni bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır. Ətraf mühitin temperaturu aşağı düşəndə heyvanda da bədən temperaturu aşağı düşür. Ətraf mühitin temperaturu yuxarı qalxanda bədən temperaturunun ətraf mühitin temperaturundan asılılığı. Yəni bunlar da mühitin temperaturu aşağı düşəndə aşağı düşür. Düzələndə də bunlarda da bədən temperaturu maddələr mübadiləsiz sürətlənir. Ona görə də deyirik ki, deməli, soyuqqanlı heyvanlardır və bir də yumurtanın üzəri də, yəni üzəri qabıqla örtülü yumurta qoyur. O yumurta borusunda hərəkət etdikcə onun üzəri yumurta, deməli, xüsusi örtüklə örtülür deyirik. Bayaq da qeyd etdim ki, ürəkləri 3 kameralıdır, lakin bu 3 kameralılıq bunlarda əmələ gəlməyib. İlk dəfə suda orada yaşayanlarda onurğalıların içərisində, onurğasıların içərisində də ilk dəfə molluskalar tipində əmələ gəlib. Anadontanın və kalmarın ürəyi 3 kameralı idi. Ürəkləri 3 kameralıdır və ürəkdə ilk dəfə yarımçıq ara kəsmə əmələ gəlib. Ürəkdə dövr eləyən qanın növ sayı bədəndə dövr eləyən qanın növ sayına bərabərdir. 3-3. Ürəkdə də 3, bədəndə də 3 növ qan dövr eləyir deyirik.
Diri bala doğan nümayəndələri varmı? Var. Yəni yumurta qoymayaraq diri bala doğan nümayəndələri var. Buna misal göstərmək olar. Məsəl üçün pulcuqlar dəstəsinin nümayəndələri olan qızılı mabuyanı misal göstərmək olar və yaxud da ilanlardan olan gürzəni misal göstərmək olar ki, bunlar diri bala doğurlar. Qızılı mabuya ilə kərtənkələlərə aiddir qızılı mabuya. Bir də gürzələr ilanlara aiddir. Bunlar isə diri bala doğur deyirik. Lakin əksər nümayəndələri üzəri qabıqla örtülü olan yumurta qoyur. Deməli, borlu sümüklər haqqında da bayaq dedim ki, ilk dəfə olaraq suda qurda yaşayanlarda postembrional devirdə əmələ gəlib, paleozoin devon dövründə, embrional devirdə isə paleozoin daşkömür dövründə sürünənlərdə əmələ gəlib. Dişlər ixtisaslaşıb periodontlarda, yırtıcı dişli sürünənlərdə, deməli, bunlara ixtiyozavrlar da deyirlər, periodontlar da deyirlər. Bunlar isə götürürük harda? Paleozoin perim dövründə götürürük. Bax, bu oldu sürünənlərin həm sürünənlərdə yaranan aramorfozlar, yəni ilklər, həm də sürünənlərin xarakterik xüsusiyyətləri. Ümumiyyətlə, sürünənlər sinifini, müəllimlər, biz 3 dəstəyə bölürük. Yəni, 3 yerə böləcəyik. Pulcuqlular, 3 yox, daha doğrusu 4 yerə. Baxın, pulcuqlular, tısbağalar, timsahlar və xortum başlılar. Xortum başlılara sizdə dərslikdə dimdik başlılar da deyirlər. Dimdik başlılar və ya xortum başlılar. İndi bunun haqqında Hatreyadır bu. Məlumat verəcəm. Deməli, pulcuqlular, tısbağalar, timsahlar, xortum başlılar və ya dimdik başlılar dəstələri. Bax, burada da nümayəndələr haqqında məlumat yazıb. Məsəl üçün, baxın, pulcuqlular dəstəsinə fikir verək, müəllimlər. Pulcuqlular dəstəsi. Pulcuqlular dəstəsinə aiddir ilanlar, pulcuqlular dəstəsinə aiddir kərtənkələlər. Bir də buqələmunu yazmayıb. Burada buqələmunu da əlavə eləyək. Buqələmun. Deməli, pulcuqlular dəstəsi, yəni üzəri pulcuqlarla örtülənlərə aiddir. İlanlar, kərtənkələlər, bir də nə aid oldu? Buqələmunlar aid oldu. Bundan başqa bu üçü aiddir pulcuqlar dəstəsinə. Məsəl üçün, baxın, ilanlar deyəndə biz bir var, deməli, zəhərli ilanlar, bir də var zəhərsiz ilanlar. İndi bunlar haqqında daha geniş, daha sonra məlumat verəcəm. Bu dursun burada. Kərtənkələlər, müəllimlər, kərtənkələlər deyəndə, bax, bura nə aiddir kərtənkələlərə? Kərtənkələlərə aiddir, deməli, məsəl üçün biz deyirik ki, kərtənkələ aiddir, sonra koramal aiddir. Koramal ayaqsız kərtənkələdir. Yəni, ilan deyil o, ayaqsız kərtənkələdir. Kərtənkələlərdir, koramaldır, sonra gehqonlardır, varanlardır, iguanalardır, qızılı mabuyadır, bayaq diri bala doğan dediyim. Deməli, məsələn, bunların içərisində qızılı mabuya diri bala doğur. İguanalar ağaclarda yaşayan canlılardır. Sonra gehqonlar, Xəzər gehqonu, Azərbaycanda geniş yayılıb Xəzər gehqonu var. Sonra, məsəl üçün, bax, bunlar, deməli, kərtənkələlərdir, koramallardır, qızılı mabuyalardır, gehqonlardır, varanlardır, iguanalardır. Bunları misal göstərmək olar. Bu qalemunlar da rəng dəyişirlər. Yəni, onlar rəng dəyişmə xüsusiyyətinə malikdirlər, deyirik. Sonra, növbəti, məsəl üçün, deyirik ki, tısbağalar dəstəsi. Tısbağalar dəstəsi, biz deyirik ki, bunlara, məsəl üçün, aiddir, deməli, bir var adi quru tısbağası, deməli, quruda yaşayan nümayəndələr də var, yay tısbağaları, adi quru tısbağaları və yaxud da, deməli, çöl tısbağaları var və yaxud da tısbağaların suda yaşayan nümayəndələri də var, bunların ətrafları var, üzmə pərdəsi var. Yəni, bunlar haqqında daha geniş sonra məlumat verəcəm. Timsahlardan, məsəl üçün, deyir, Nil timsahı, Mississippi alligatoru daha geniş yayılmışdır və dimdikbaşlılar dəstəsinin nümayəndəsi isə və yaxud da xortumbaşlılar da deyirlər, Hatreyadır. Yeni Zelandiyada yaşayan Hatreyadır ki, burada biz Hatreyanda, deməli, bunun haqqında da məlumat verəcəm birazdan sonra. Əsasən, nümayəndələr haqqında tanış olduq, xarakteri xüsusiyyətlərini bildik və burada da yazılıbdır, yəni onlar barədə bayaq dediklərim hamısı buradadan var, baxa bilərsiniz. Keçək, müəllimlər, sürünənlər dəstəsi sinifinə kərtənkələnin, zolaqlı kərtənkələnin misalında baxaq. Deməli, əvvəlcə xarici quruluşu haqqında məlumat alaq. Demək, biz dedik ki, bax, bayaq
inkişaflarından danışanda elə hamısını demək olar ki, sadaladıq. Yenə burada da yazılıb ki, dəriləri qurudur, vəssizdir, buynuz pulcuqlar var, tənəffüsündə yalnız ağciyərlər rol oynayır. Sonra dedik ki, ürəkləri 3 kameralıdır, 3 növ qan var ürəklərində, 2 aorta qövsü çıxır bunlardan, maylanmaları daxilidir, düzünə inkişaf gedir, sürfə mərhələsi yoxdur, quruda yaşayırlar, çoxalması sudan asılı deyil, bütün nümayəndələri atmosfer havası ilə tənəffüs edirlər və ağciyərləri yaxşı inkişaf eləyib. Xarici quruluşuna çatanda isə deyirik ki, bədənləri bölünür baş, boyun, gövdə, quyruq və ətraflar. 5 hissəyə bölünür bədən. Balıqda götürmüşdük, deməli, baş, gövdə və üzgəclər. Deməli, qurbağada götürdük baş, demək, gövdə, ətraflar. Qurbağada, sürünənlərdə isə götürürük 5 hissə. Baş, boyun, gövdə, quyruq, ətraflar. Artıq boynun adını çəkirik, çünki boyunda 8 fəqərə var. Yəni, boynu bir qədər uzundur deyirik. İlk dəfə boyun fəqərəsi qurbağada yaranıb, bir dənə boyun fəqərəsi düzdür, xaricdən hiss olunmur, amma bir boyun fəqərəsi qurbağada yaranıb ilk dəfə. İndi baxın, müəllimlər, gəlin bir balaca bəzi şeyləri tamamən xırdalayaq. Dedik ki, bədənində 5 hissəyə bölündü, başından başlayaq gəlin. Başında nələr yerləşir? Baxın, gözləri var, bir cüt gözü var. Göz qapaqlarına gələndə ilk dəfə olaraq göz qapaqları suda quruda yaşayanlarda yarandı. Çünki quru mühitinə keçdiyinə görə gözləri qurumalı idi, göz yaşı da orada yarandı və eyni şeylər bunda da var. 2 dənə gözü var, 6 dənə göz qapağı var. Bunun ikisi üst göz qapağı, ikisi alt göz qapağı, yəni ümumi deyirəm də, bir gözdə bir üst göz qapağı, alt göz qapağı, bir qırpma pərdəsi. Amma 6 göz qapağı var. Bunun ikisi üst göz qapağı, ikisi alt göz qapağı, ikisi də qırpma pərdəsi. Göz yaşı bunlarda da var, amma ilk dəfə yaranıb deyə bilmərik. Bundan başqa burun dəlikləri var. Burun dəlikləri qurbağada olduğu kimi həm tənəffüs orqanıdır, həm qoxu orqanıdır deyirik. Ağzında artıq dilləri var. Bu qurbağada da dil var idi. Bunlarda da dil var deyirik və bunlarda da yenə ağız suyu vəzləri var. İlk dəfə qurbağada yaranıb, bunlarda da var və dişlər var, amma ixtisaslaşma hələ perim dövründə olacaq, yırtıcı dişli sürünənlərdə. Amma bunlarda dişlər eyni ölçülü, xüsusi deməli dişlərə malikdirlər. Demək, dedik ki, 6 göz qapağı, sonra 2 qırpma pərdəsi, 2 üst göz qapağı, 2 alt göz qapağı, 2 göz, 2 burun dəliyi, qulaq 2 hissədən ibarətdir. Orta və daxili qulaq. Və qulağın heç bir hissəsi bunlarda əmələ gəlməyib. Daxili qulaq balıqda, orta qulaq bunlarda əmələ gəlib. Sonra bir də zəhərli ilanlarda termolokator. Necə demişdik ki, erkək qurbağalarda rezonator, yalnız erkəklərdə qurultu səsini gücləndirməkdən ötürü 2 dənə. Bunlarda da termolokatordur. Yəni zəhərli ilanların başının yan tərəfində termolokator var, istiliyi hiss etmək üçün bir strukturdur. Sonra ətraflarına gələndə deyirik ki, ətraflar bir dənə kərtənkələnin 4 ətrafı var. İkisi ön ətraf, ikisi arxa ətraf. 20 dənə barmağı var. Söhbət kərtənkələdən gedir. 20 barmağı var. 10 dənə ön ətrafda, 10 dənə arxa ətrafda. Baxın, qurbağanın 4 ətrafı var idi, 18 barmağı var idi. Çünki qurbağanın ön ətraflarındakı 4 barmaq, 4, 4, 8, arxada da 5, 5, 10. Amma bunun ön ətrafında da 5, 5, 10 barmağı var. Arxa ətrafda da 5, 5, 10 barmaq var. Cəmi neçə barmağı var? 20 dənə barmağı var, deyirik kərtənkələnin. Yəni, söhbət hələ kərtənkələdən gedir. Sonra digərləri haqqında da, məsəl üçün, tısbağada, timsahda fərqlidir. Tısbağa ilə timsahı qurbağanın əksi götürəcəksiniz. Tısbağada, timsahda qurbağanın əksi. Ön ətrafında 5, 5, 10 barmaq, arxa ətraflarında 4, 4, 8 barmaq götürəcəyik. Yəni, ora çatanda onu deyəcəm, hələ ki, kərtənkələni danışırıq. Bu belə, 4 ətrafı, ikisi ön ətraf, ikisi arxa ətraf, 20 barmağı, 10 ön ətrafda barmağı var, 10 dənə də arxa ətrafda barmağı var. Bir də təbil pərdəsi, hər qulaqda bir olmaqla 2 təbil pərdəsi var. Təbil pərdəsi ilk dəfə kimdə nədə yaranmışdır? Suda quruda yaşayanlarda, yəni qurbağada yaranmışdır. Yəni, başında yarananlardan ilklər nəyə götürdünüz? Termolokatoru götürdük ki, zəhərli ilanlarda termolokator var. Başqa hamısı demək olar ki, qurbağada əmələ gələnlər idi. Göz qapağı da, qırpma pərdəsi, burun dəliyi, gözlər var idi zaten, orta daxili qulaq,
tüpürcək vəzləri. Bunlar hamısı ümumiyyətlə qurbağada olanlar idi. Burada da sadaladıq hamısını. Bax, burada da yenə hissələri veribdir. Deməli, bu da yenə ətraflardır, ön-arxa ətraflar. Bunlar haqqında məlumatımız oldu. Keçək skeletinə, müəllimlər, keçək skeletinə. Burada bir balaca, bunu düzəldib ataram sizə. Burada da var, hamısı yazılıb ətraflı şəkildə. Deməli, skeletindən nə deyirik? Demək, müəllimlər, sürünənlərin, yəni kərtənkələnin skeleti bölünür: kəllənin skeleti, gövdənin skeleti və ətrafların skeleti olmaqla 3 hissəyə bölürük. Baxın, balıqda da dedik ki, kəllənin skeleti bölünür 2 qrupa: kəllə qutusu və üst hissə, yəni visceral hissə. Qurbağada da bu cür dedik, sürünəndə də bu cür deyirik: kəllə qutusu və visceral hissə, yəni üst hissə. Deməli, balıqlarda dedik ki, kəllə qutusu, demək, alın, təpə, ənsə, gicgah payları, sonra üst hissədə çənə qövsü, dilaltı qövs, qəlsəmə qövsləri. Suda qurda yaşayanlarda dedik, kəllə sümüklərinin sayı azalır, sürünələrdə daha da azaldı. Və yenə bunlarda da demək, kəllə qutusunda kəllə sümükləri və üst hissəyə də üst hissəni təşkil edən sümüklər daxildir. Gövdəni biz onurğa, bir də necə yadda saxlamışdıq? Döş sümüyü, onurğa sütunu, bir də qabırğa olaraq yadda saxlamışdıq ki, bu üçü gövdə deyəndə bu üçünü nəzərdə tuturuq. Döş sümüyü, onurğa sütunu, bir də qabırğa. Bunlarda üçü də var. Döş sümüyü də var, onurğa sütunu da var, qabırğa da var. Birinci gəlin onurğasına baxaq. Onurğası, müəllimlər, 5 şöbəyə bölünür. Onurğası 5 şöbəyə bölünür: boyun, döş, bel, oma, quyruq. Necə ki demişdik ki, balığın deməli onurğası bölünürdü neçə şöbəyə? Balığın onurğasını bölmüşdük demək biz 2 şöbəyə: gövdə və quyruq. Qurbağanı böldük 4 şöbəyə: boyun, bir boyun fəqərəsi, gövdə, 7 gövdə fəqərəsi, bir oma fəqərəsi və bir dənə quyruq sümüyü. Quyruqlarda da quyruq fəqərələri. Lakin bunlarda və bunlardan sonra gələn quşlar, məməlilərdə də onurğa 5 şöbəyə bölünəcək: boyun, döş, bel, oma, quyruq. Deməli, ilk dəfə olaraq onurğanın döş, bel şöbəsi sürünənlərdə əmələ gəldi. Boyunda kərtənkələdə 8 fəqərə var. Yəni, boyun fəqərələrinin sayı kərtənkələdə çoxdur və 8 dənə fəqərədir. Boyunu bir qədər uzun götürürük. Bundan başqa, məsəl üçün, deyirik ki, döş sümüyü var, qabırğaları var. Zaten elə döş qəfəsinin əmələ gəlməsində biz bilirik ki, qabırğalar, döş sümüyü və onurğa sütunu rol oynayır. Ona görə də bizim bir düsturumuz var idi, əgər yadınızda etsə. 3n plus 1. Ay, sağ olun, bəli. Yəni, qabırğaları götürürdük 2n, döş sümüyünü götürürdük 1, döş fəqərlərini də götürürdük n. Cəmi 3n plus 1. Yəni, döş qəfəsində olan bütün canlılarda döş qəfəsində olan sümüklərin sayını bu cür tapırdıq. İndi bir də bir şey deyim, müəllimlər. Əgər sizə sual versələr ki, bütün sürünənlərdə döş qəfəsi varmı ifadəsi yanlışdır. Niyə yanlışdır? Məsəl üçün, ilanlarda döş qəfəsi yoxdur. Niyə görə ilanlarda döş qəfəsi yoxdur? Deyir, ilanın döş sümüyü yoxdur. İlanda döş sümüyü olmadığına görə ilanın döş qəfəsi yoxdur. Bundan başqa tısbağada da döş qəfəsi yoxdur. Tısbağada da qabırğalar yoxdur deyir. Ona görə döş qəfəsi yoxdur. Demək, ilanlarda və tısbağalarda döş qəfəsi yoxdur. Ona görə də bütün sürünənlərdə döş qəfəsi var ifadəsi necə götürəcək? Yanlış götürəcək. Ətraflara gəldikdə isə deyirik ki, ətrafların skeletində isə deyirik ki, deməli, ətrafların skeletində isə deyirik ki, ətraflar bölünür 2 qrupa: ön ətraflar və arxa ətraflar. Ön ətraflarda biz aydın məsələdə bilirdik ki, qurşaq hissə sərbəst hissəyə bölünür. Ön ətrafların qurşağı, balıqlarda ön ətrafın qurşağı, yəni çiyin qurşağı, döş üzgəclərini götürürdük. 2 kürək, 2 qarğa və 2 dəfə demişdik ki, kürək sümüyü də, qarğa sümüyü də balıqlarda əmələ gəlibdir. Suda qurda yaşayanlarda dedik ki, ən çox 7 sümük bunlardadır. 2 kürək, 2 qarğa, 2 körpücük, bir dənə də döş sümüyü. Yəni, balıqda 2 növ 4 ədəd, suda qurda yaşayanlarda 4 növ 7 ədəd. Bunlarda, quşlarda da belədir, bunlarda da belədir, 3 növ
6 ədəd. 2 kürək, 2 körpücük, 2 qarğa. Kürəklə qarğa balıqlarda, körpücük isə qurbağalarda yaranıb dedik. Sərbəst hissədə bazu, sait, pəncə. Bir bazu, 2 sait, milbə, dirsək və pəncə. Bundan başqa deyirik ki, deməli, arxa ətraflar. Arxa ətraflar götürəndə isə deyirik ki, bir də bir şey deyim, yenə də demişəm, yenə də qeyd edeyim ki, qurbağada yoxdur ha. Mil dirsək sümüyü, qamış incik sümüyü qurbağada yoxdur. 2 dəfə mil dirsək, qamış incik bunlarda yaranıb. Arxa ətraflarda balıqda da yaranıb 2 dəfə çanaq sümüyü, qurbağada da belədir, sürünəndə də belədir. Bir növ 2 ədəd, 2 çanaq sümüyü. Bir növ 2 ədəd sümükdür. Sərbəst hissədə bud, baldır, arxa pəncə. Bud qamış incik sümüyünə bölünüb, baldır, arxa pəncə. Yəni 2 bud sümüyü, 4 baldır sümüyü, qamış incik, bir də arxa pəncə olaraq deməli uyğunlaşdırdıq. 3 növ 6 ədəd ön ətrafdadır, bir növ 2 ədəd qurşaq sümüyü isə arxa ətrafda götürürük. Keçək həyat fəaliyyətinə. Həzm sistemi ilə başlayaq müəllimlər. Həzm sistemində elə bir fərqli bir şey yoxdur. Qurbağa ilə eynidir. Nə deyirik? Baxın, deyirik ki, ağızla başlayır, anal dəliklə yekunlaşır. Yəni, bunlarda da bir istiqamətlidir. Bunlarda da ətraf mühitdə 2 dəliklə açılır deyirik. İlk dəfə də bu xüsusiyyət saf qurdlarda yaranmışdı, yadınızdadırsa. Deyirik ki, ağzında bayaq da vurğuladım. İndi də deyirəm ki, ağzında dili var, özdə haçalanmış dil var. Deməli, qurbağada da, sürünənlərdən olan kərtənkələnin də ağzında haçalanmış əzələli dil götürürük. Haçalanmış əzələli dil götürürük. Və ağzında da müəllimlər eyni ölçülü dişləri var. Yəni, görürsünüz, deyirəm, eyni ölçülü dişləri var. Çünki ilk dəfə dişlərin ixtisaslaşması deməli olasıdır periodontlarda, perim dövründə. Paleozoin perim dövründə. Bunlarda eyni tipli dişlər var. Qida ağıza düşür, ağızdan udlağa keçir, udlaqdan qida borusuna keçir, qida borusundan mədəyə keçir, mədədən bağırsağa, bağırsaqdan kloakaya keçir. İlk dəfə olaraq kloaka suda qurda yaşayanlarda yaranıb, bunlarda da var, quşlarda da olacaq. Kloaka arxa bağırsağın genişlənmiş hissəsidir. Kloakaya həzmin, ifrazatın, cinsiyyət axarının dəlikləri açılır. Kloakadan kloaka dəliyinə keçir. Kloaka dəliyindən xarici mühitə çıxarılır deyirik. Şəkildən də görürsünüz, sidik axarları görürsünüz, açılıb kloakaya. Cinsiyyət, yumurta borusuna baxın. Yumurta borusunun axarı da bura gəlir, sidik hissəsinin axarı da bura gəlir və həzmin axarı da bura gəlir. Üçü də qarışaraq xarici mühitə çıxarılır deyirik. Bir bunlarda götürmüşdük. Bir də əgər yadınızdadırsa, buğum ayaqlılarda, yəni ifrazat orqanı malpigi boruları olan hörümçəklərdə və həşəratlarda da demişdik ki, həzmlə ifrazatın qalıqları qarışaraq xarici mühitə çıxarılır. Tənəffüs sisteminə gəldikdə deyirik ki, ağciyərləri daha yaxşı inkişaf eləyib, alveolların sayı bir qədər çoxdur, yəni büküş sayı daha çoxdur deyirik və yalnız ağciyərlə tənəffüs edirlər. İfrazat sistemi, cüt böyrəklər, 2 böyrək, 2 sidik axarı, 1 sidik hissəsi, yəni 5 orqandır. Balıqlarda da 5 orqan idi, suda qurda yaşayanlarda da 5 orqan idi və bunlarda da 5 orqan götürürük. Ən çox sidik kanalı əmələ gəldiyinə görə 2 dəfə məməlilərdə 6 orqan götürəcək. Bunlarda da 5 orqan götürürük və bunlarda da ifrazatın axarı yenə açılır kloakaya. İfrazat məhsulu da yenə deməli sidik turşusudur. Balıqlarda və çömçə quyruqda amonyak idi. Qurbağalarda, məməlilərdə, hətta insanda sidik cövhəri idi. Quşlar və sürünənlərdə sidik turşusudur və zəhərin miqdarına görə ən az olan sidik turşusudur. Ən çox amonyak, sonra sidik cövhəri, sonra isə sidik turşusu götürürük. Kloakaya da yenə də deyirəm, həzmin, cinsiyyətin və ifrazatın axarı açılır deyirik. Deməli, amonyak balıqlarda və çömçə quyruqda amonyak götürdük. Suda qurda yaşayanlarda, məməlilərdə, insanda sidik cövhəri götürdük. Sürünən və quşlarda sidik turşusu. Və yadınızdadsa, belə bir şey demişdim, insan kursunda, ifrazat dərsində, zəhərin miqdarına görə amonyak böyükdür sidik turşusundan, o da sidik cövhərindən. Ən az zəhər, bayaq sidik turşusu dedim, səhv etdim, sidik cövhərindədir. Amonyakda ən çoxdur, sonra sidik turşusu, sonra sidik cövhəri. Bu cür götürürük. Keçək müəllimlər qan damar sisteminə. Qan damar sistemində deyirik ki, ürəkləri 3 kameralıdır, 2 qulaqçıq və 1 mədəcikdən ibarətdir.
və ilk dəfə olaraq bu suda quruda yaşayanlarda meydana gəldi. Lakin ürəkdə yarımçıq ara kəsmə, bax görürsünüz, şəkildən də görünür. Ürəkdə yarımçıq ara kəsmə ilk dəfə bunlarda əmələ gəlib. Fikir verin, bu hissədə bunlarda əmələ gəlib. Timsahda isə tam ara kəsmə, artıq bunlar haqqında məlumat verdik. 3 növ qan olur ürəkdə, arterial, venoz və qarışıq. Bədəndə də 3 növ qan olur, arterial, venoz və qarışıq. İlk dəfə yarımçıq ara kəsmə bunlarda əmələ gəldi. Ürəkdə cüt aorta qövsü var bunlarda, amma ilk dəfə bunlarda əmələ gəlməyib. Suda quruda yaşayanlarda əmələ gəlib dedik. Sonra deməli 2 qan dövranı var, böyük qan dövranı, kiçik qan dövranı. İlk dəfə qurbağalarda əmələ gəlib dedik. Ürəkdən deməli başa arterial qan gedir qurbağada olduğu kimi. Ağciyara venoz qan gedir, bədənə qarışıq qan gedir. Yəni eyni deməli qurbağada olduğu kimi götürəcəksiniz. Bir dənə onu fərq olaraq onu deyirik ki, ürəyimdə yarımçıq ara kəsmə var. Belə. Və bir də onu deyirik ki, məsəl üçün biz yadımızdadır, demişdik qurbağanın ağciyərinə və dərisinə venoz qan gedir. Amma bunlarda dəriyə getmir. Bunlarda dəriyə arterial qan gedir. Çünki dəri tənəffüs orqanı deyil, təmizlənməyə getmir. Bunlarda bir dənə ağciyərə venoz qan gedir deyirik. Yəni qurbağada yadımızdadır, kiçik qan dövranda həm dəriyə, həm də ağciyərə venoz qan gedirdi. Təmizlənib gəlirdi. Lakin fərq odur ki, bunların ürəyi 3 kameraldır, düzdür. Bunlarda da 3 növ qan var. Amma bunların ürəyində yarımçıq ara kəsmə var. Bunlarda venoz qan yalnız ağciyərə gedir. Ürəkdən cüt aorta qövsü çıxdığına görə bax bu cür deməli baş verir. Arterial qan başa gedir, qarışıq qan bədənə gedir, venoz qan isə ağciyərə gedir deyirik. İndi kiçik və böyük qan dövranı necə baş verir, bu haqqda məlumat verək. Deyir ki, məsəl üçün gəlin birinci kiçik qan dövranına baxaq. Kiçik qan dövranında proses necə gedir? Deməli baxın, mədəcikdən çıxan damar, yəni hansı damar? Ağciyər arteriyası. Ağciyər arteriyasında, yəni mədəcikdən çıxan damarda, ağciyər arteriyasında olur venoz qan. Bu gedir ağciyərlərə və ağciyərlərdə təmizlənir. Ağciyər venaları ilə gəlib tökülür ürəyin sol qulaqçığına. Hansı ki, sol qulaqçıqda görürsünüz arterial qan var. Bu oldu kiçik qan dövranı. Eyni bizim kimi müəllimlər. Bizdə necə sayırıq o cür. Böyük qan dövranı deyəndə isə deyirik ki, böyük qan dövranı ürəyin mədəciyindən çıxan arteriya damarı, yəni aorta, cüt aorta deyirik də, onun biri başa arterial qan aparır. Bu heç. Başı qidalandırır, venoz qanı gətirib sağ qulaqçığa tökür. Digəri isə qarışıq qan, arterial damardan çıxan qarışıq qan gedir bədənə, bədən orqanlarına veriləndən sonra vena damarları ilə gəlib sağ qulaqçığa tökülür. Bax, bu da eyni qurbağada olduğu kimi, bunda da eyni şey deyirik. Sadəcə olaraq qurbağada venoz qan dəriyə də gedirdi. Bax, bu da oldu qan damar sistemi. Hiss orqanlarına gələndə deyirik ki, görmədi, eşitmədi, dad bilmədi, qoxudu, bunlardır. Sonra sinir sistemi, deməli, bunlarda mərkəzi sinir sistemi və periferik sinir sistemi kimidir. Eyni balıq və suda quruda yaşayanlarda olduğu kimi, mərkəzi sinir sistemi baş beyin və onurğa beyni, periferik sinir sistemi isə sinirlərə aiddir. Məsəl üçün, yenə də deyirəm, balıqlarda beyincik deməli, yaxşı inkişaf etmişdir. Qurbağada ön beyin, sürünəndə isə həm beyincik, həm ön beyin. Hər ikisini götürürük. Balıqda beyincik, qurbağada ön beyin, sürünəndə həm beyincik, həm də ön beyin yaxşı inkişaf edib. Yenə balıqda necə sadalamışdığı, müəllimlər xüsusiyyətləri eyni şeylərdir bunlarda da. Deməli, beyində ilk dəfə olaraq bayaq dedim ki, rüşeym halında beyin qabığı əmələ gəlmişdir. Bunu daş kömür dövrü götürəcəksiniz və xüsusiyyətlər də eynidir. Yəni, eyni balıqlarda olduğu kimi sadalayırıq. Sonra keçirik. Hiss orqanları haqqında burada da verilib. Çoxalması haqqında da bir də bunlarda regenerasiya olmalı idi, müəllimlər. Bunlarda regenerasiyanı bir dənə deyim, sonra keçək. Regenerasiya, biz bilirik ki, regenerasiya orqanizmin itirilmiş və zədələnmiş hissələrinin bərpası prosesidir və regenerasiya bir var idi orqanizm səviyyəsində, bir var idi toxuma səviyyəsində, bir də var idi orqan səviyyəsində. Məsəl üçün, orqanizm səviyyəsində ilk dəfə yadımızda idi, bağırsaq boşluqlar, yastı qurtlar, məsəl üçün dəniz ulduzu, onlar da demişdik ki, orqanizm səviyyəsindədir. Orqan səviyyəsində, məsəl üçün, bax, sürünənlərdə. Kərtənkələ də orqan səviyyəsindədir. Qorunma məqsədi ilə deyir ki, düşmən onun quyruğunu tutan kimi qopur, sonra bərpa olunur. Bir uyğunlaşma xarakteridir da.
lizasom orqanoidin iştirakı ilə həmin hissə qopur, sonra yenidən bərpa olunur. Yəni orqan səviyyəsi. Məsələn, bizdə toxuma səviyyəsindədir. Qaraciyərimiz regenerasiya qabiliyyətinə malikdir. Keçək çoxalma prosesinə. Bayaq da dedik ki, ayrı cinsiyyətli heyvanlardır. Mayalanma daxilidir. Sürfə mərhələsi yoxdur. Buna görə də inkişafları düzünədir. Mayalanma prosesi, bayaq da dedim, dişinin yumurta borusunda gedir. Bizdə necə o cür? Bizdə uşaqlıq borusu və yumurta borusu deyirik və bu ilk dəfə bunlardadır. İlk dəfə olaraq mayalanma prosesi dişinin yumurta borusunda gedir və bunlardadır və yumurtası sarılıqla zəngindir. Biz sizdən ümumi biologiyanı keçəndə çoxalma ontogenezdə orada demişdik. Yumurta sarı ilə zəngin olanlar, sarılığın miqdarı çox olanlar, az olanlar. Sarılığın miqdarı az olanlar neştər dərsi tikanlar idi, neştərçələr idi, ali heyvanlar idi, insan idi. Sarılığın miqdarı çox olanlar isə balıq, suda quruda yaşayan və sürünən götürmüşdük və demişdik ki, sarılığın miqdarı çox olanlarda ruşeym diski bölünməyə məruz qalırdı. Elə bunlarda da ruşeym diski bölünməyə məruz qalır. Və bunların embrional inkişafı xaricə qoyulmuş yumurtanın içərisində gedir, deyirik. Dəstələrin adını bayaq sadaladıq. Pulcuqlular, tısbağalar, timsahlar və xortumbaşlılar və yaxud da bütöv başlılar. Bunlar haqqında da hamısı haqqında geniş məlumat burada verilibdir. Bunlar əzbərə köklənən hissələrdir. Bunlar haqqında məlumat verim. Birinci dəstələrindən pulcuqlular dəstəsi. Sürünənlər sinifinin ən geniş, ən çox yayılan sinifi pulcuqlular dəstəsidir. Buna aiddir nə? Pulcuqlara aiddir nə? Kərtənkələlər, ilanlar, tısbağalar, timsahlar. Kərtənkəllərin də nümayəndələrini sadaladıq müəllimlər. Dedik, kərtənkəllərə aiddir kərtənkələ, koramal. Koramal ayaqsız kərtənkələdir. Məsəl üçün, sual versələr ki, bütün kərtənkəllərin ətrafı var. Çünki mən bayaq dedim ki, kərtənkəldə 4 ətraf var. İkisi ön, ikisi arxa. Xeyr, yoxdur. Məsələn, koramalın ətrafı yoxdur. Düzdür, ilanı oxşadırlar, amma ilan deyil. Koramalın ətrafı yoxdur. Fərqi də bilirsiniz necə bilirlər müəllimlər? Deyəcək sizin də onun fərqini necə bilək? Məsəl üçün, ilanın göz qapaqları qovuşub, saat şüşəsi kimi. Qırpmır da, belə qırpma pərdə, yəni qovuşub. Amma koramalın göz qapaqları var. Yəni gözünü qırpır, göz qapağı var onda. Yəni bu fərqlərə görə bilmək olur ki, bundan başqa ilanda dedik ki, döş qəfəsi yoxdur, amma koramalın döş qəfəsi var. Yəni bu fərqləri demək olar. Deməli, bütün kərtənkələrin ətrafı varmı? Xeyr, yoxdur. Kərtənkələdir, koramaldır, iguanalardır, varanlardır, gekkonlardır, bu qələmundur, rəng dəyişən heyvan. Bax, bunlar kərtənkəllərə aiddir. İlanlar, bunu bildik. İlanlar da bir var zəhərli, zəhərsiz. Zəhərli ilanlar, məsəl üçün, gürzədir, diri bala doğan gürzədir, qalxan sifət ilandır, kobradır, əfi ilandır. Bunlar zəhərlidir. Zəhərsiz də, məsəl üçün, su ilanları var, kör ilan var, kələz ilanlar var, anakonda var, şahmar ilandır, təlxələrdir, pitonlar, yatağanlar da, yəni bax bu cür bunlar olur zəhərsiz ilanlar. Bundan başqa tısbağalar, timsahlarda yenə timsahı da bayaq dedim, Nil timsahıdır və aligatordur. Bir də tısbağalar da yay tısbağaları, yəni quru tısbağaları var, bir də su tısbağaları var. Su tısbağaları da şirin su tısbağaları var və dənizdə yaşayan tısbağalar mövcuddur deyirik. Bunların içərisində, məsəl üçün, baxın, bax, yazıb ilanlarda döş qəfəsi olmur. Burada bu haqda məlumat var və nümayəndələrini də yazıb, koramallarda ətraf olmur və ətraflar ilanlarda da yoxdur. Lakin onların göz qapaqları qovuşmuş və şəffafdır. İlanın göz qapağı qovuşub saat şüşəsi kimi şəffafdır, amma bunlarda ilanda döş qəfəsi də yoxdur. Lakin koramalda var. Bir də ilanların çənələrini mən deyim ki, çənələr burada düşməyib axırı. İlanların çənələri bilirsiniz necədir? Elastiki bağlarla bağlanıb, möhkəm. Yəni ilanın çənəsi elastiki bağlarla bağlanıb. Buna görə də o ağzını açanda görürsünüz, geniş şəkildə ağzını aça bilir və qidanı bütöv udur. Yəni orada ağızda mexanizm getmir, qidanı xırdalasın, neynəsin, yox. Qidanı bütöv udur deyirik. Deməli, çənələri elastiki bağlarla bağlıdır və geniş ağzını aça bilir və qidanı da bütöv udur. Bir də bir şey qeyd edeyim ki, bu ilanlarda xüsusi bir, görüm ilan burada, ilanların müəllimlər, bir şeydə, bax, burada o şəkildə fikir verin bu hissədə. İlanların, belə deyək də, bunlarda zəhər dişləri olur. Bir dənə ilanda 2 dənə zəhər dişi var. Görürsünüz, yuxarıda göstərib. 2 ədəd zəhər dişi var və hər zəhər dişində də 3 dənə dəlik var. 3-ü birində, 3-ü birində 6 dəlik var.
Ümumiyyətlə zəhərli ilanlarda bayaq ki adlarını çəkdim. Bu zəhərli ilanlarda bunların tüpürcək vəzləri öz şəkillərini dəyişərək zəhər vəzlərinə çevrilib. Yəni zəhər vəzləri tüpürcək vəzlərinin şəkil dəyişmiş formasıdır. Və həmin o tüpürcək vəzlərinin şəkil dəyişməsindən əmələ gələn zəhər vəzləri sıxılır. Zəhər vəzlərindən zəhər keçir zəhər kanalına, zəhər vəzlərindən zəhər kanalına, zəhər kanalından açılır zəhər dişlərinə. Hansı ki o zəhər dişlərində də olan dəlikdən çıxır xaricə. Deməli zəhər kisəsi, zəhər kanalı, zəhər dişi. Bax bu düşmüşdü. Testin birində görmüşdüm ki, ardıcıllığı sadala deyirdi. Birinci zəhər kisəsi, sonra zəhər kisəsindən zəhər kanalına, zəhər kanalından zəhər dişlərinə. Zəhər dişləri 2 dənədir və onların üzərində 3-3 olmaqla 6 ədəd dəlik var deyirik. Və buqalemun haqqında da dedik ki, buqalemun ağacda yaşayır və özü də rəng dəyişmə xüsusiyyətinə malikdir. Rəng dəyişmə də necə baş verir? Deyir, buqalemunun dərisinin altında müxtəlif rənglərə uyğun pigmentlər var və buqalemun tutaq ki, hansı rəngin üzərində dayansa, həmin pigmentlər belə deyək də yığılırlar həmin hissəyə və buqalemun o rəngdə görünməyə başlayır. Yəni pigmentlərin yığılması sayəsində, bir yerə toplanması sayəsində. Tısbağalar. Bayaq da qeyd etdim ki, tısbağalar bir var su tısbağaları, bir də var quru tısbağaları. Suda, yəni şirin suda yaşayanlar və dənizlərdə yaşayanlar. Bunlarda həm xarici skelet var, həm daxili skelet var. Yəni həm daxili skeleti var, həm də bunların xarici skeleti var deyirik. Yəni bunlarda çanaq var. Çanaq xarici skeletdir, bir də daxili skeleti var. Bundan başqa qeyd edə bilərəm ki, deməli, məsəl üçün nə deyə bilərik? Bunların bir də bir şey deyim müəllimlər. Dedim çanaq var, xarici skelet rolunu oynayan çanaq var. Bir dənə şəkilə diqqətlə baxın. Bax bu şəkildə, bax söhbət buradan tısbağadan gedir. Bu şəkildə sol tərəfdə qırmızı rəngdə verilən baxın çanağı görsüz bir qədər yastıdır. Amma quru tısbağasının çanağı hündürdür. Deməli, quru tısbağaların çanağı hündür olur, su tısbağaların çanağı yastı olur. Bu da yaşayış mühiti ilə əlaqədardır. Yəni, su üzərinə su ağırlıq elədiyinə görə onun çanağı yastılaşıb. Özü görürsünüz, ətrafları kürəyə çevrilibdir. Dəniz tısbağalarında ətraflar kürəyə çevrilib, yəni üzmədə rol oynayır. Bunların dişləri yoxdur, yadımızda qalsın. Bunların ağzında diş yoxdur, möhkəm çənələri var. Çənələr möhkəm, sərtdir və qidanın tutulmasında iştirak eləyir. Sonra bir də bir şey deyim, çanaq onu düşmənlərdən qoruyur. Yəni uyğunlaşma xarakteridir, düşməndən qoruyur. Amma bəzən testlərdə sual olur ki, bu çanağın qorunması, uyğunlaşma, biz bilirik ki, uyğunlaşma nisbidir, mütləq deyil. Yəni ki, bəzən iri heyvanlar, tutaq ki, məsəl üçün, qartal deyir, var idi ümumi biologiyada belə uyğunlaşma dərsindəki qartal onu yuxarı qaldırıb, yuxarıdan aşağı çaxanda onun çanağı qırılır. Yəni bu uyğunlaşma onu həmişə qorumur da, mütləq olmur, nisbidir deyirik. Yenə də qeyd edirəm, dəniz tısbağalarında ətraflar pərlərə çevrilib, zaten şəkildən də görünür. Və tısbağanın, müəllimlər, görürsünüz, hər yeri çanağın içərisindədir. Bir dənə sərbəst olan hissə boyundan quyruq hissədir. Boyunla quyruq hissə sərbəstdir. Qalan bütün hissələr, yəni onurğanın boyun, döş, bel, oma, büzdüm, bunlar da düşür testlərə. Onurğanın boyun və quyruq hissəsi sərbəstdir, yəni hərəkət elətdirə bilir. Amma deməli, döş, bel, boyun, döş, bel, oma hissələri, döş, bel, oma sərbəst deyil, hərəkətsizdir. Amma boyunla quyruq hərəkətlidir. Bir də qurbağanın əksi, qurbağanın ön ətrafında 8, arxada 10 barmaq var idi. Bunda əksinə ön ətraflarında 10, yəni 5-5 olmaqla 5 cüt, arxa ətraflarında 4 cüt olmaqla barmaq sayı var deyirik. Bir bunda belədir, tısbağada, bir də timsahda da belədir. Qurbağada, tısbağada, timsahda, bir də bunlarda, yəni bu heyvanlarda əksinə deyirik. Bax, bu da oldu tısbağalar barədə mənə gəlir ki, geniş şəkildə məlumat verdi. Keçək timsahlara. Timsahlar aydın məsələdir ki, biz deyirik ki, Mezoerastın Tiras dövründə dövrün sonuna yaxın əmələ gəlib. Suda çox yaşayır deyirik, amma çoxalmaq üçün quruya çıxır. Hərəkətində nə rol oynayır? Bax, bununla bağlı sual düşmüşdü ki, timsahın hərəkətində rol oynayan, dəqiq yadımda deyil, harda rastlaşmışdım. Deməli, hərəkətdə həm ətraflar rol oynayır, ön və arxa ətraflar, həm də quyruğu rol oynayır.
Deməli, hərəkətində 4 dənə ətraf, bir dənə quyruq rol oynayır. 5 dənə hərəkət orqanı var. 4 ətraf, bir quyruq. Quyruq da iştirak edir və quyruğuna fikir versəz görərsiniz ki, quyruq isə yanlardan sıxılıb. Bu da uyğunlaşma xarakteridir. Yəni quyruğunu suda hərəkət elətdirdiyinə görə kənarlardan quyruq sıxılıb, yastılaşıb deyirik. Barmaqları arasında da üzmə pərdəsi var bunların, çünki suda üzürlər. Ürək 4 kameralıdır dedik. Deməli, 2 qulaqçıq, 2 mədəcik. Ürəkdə 2 növ qan var dedik, bədəndə 3 növ qan var dedik. Ürəkdən 2 aorta qövsü çıxır, buna görə də qan qarışır deyirik. Bunlar da bu barədə. Keçək dimdik başlılara. Dimdik başlılarda deyilir, bayaq yazılmışdı, xortum başlılar da deyilir. Dimdik başlılar və yaxud da bunlara nə dedik? Deməli, bax burada, dimdik başlılar və yaxud da bunlara xortum başlılar da deyilir və tipik nümayəndəsi də Hatreyadır. Yeni Zelandiyada yaşayır Hatreya. İlk dəfə olaraq yadımızdadır, biz sizlə mikrotəkamülü keçəndə orada stabilləşdirici seçmə var idi. Disruptiv, parçalayıcı, stabilləşdirici, hərəkət verici seçmə. Biz demişdik ki, stabilləşdirici təbii seçmənin təsirinə məruz qalan canlılar. Orada adını çəkmişdik, Hatreyanın adını çəkmişdik, Gikkon adını çəkmişdik, enli yarpaqlı çılpaq toxumlara aid olan. Bir də pəncəsükəşli balıq Latimeriyanın adını çəkmişdik. Bax, bu da stabilləşdirici təbii seçmənin təsirinə məruz qalan canlıdır. Mühit şəraiti uzun müddət dəyişilməz olanda növdə əlamətlər dəyişilmir. Yeni Zelandiyada yaşayır. Bunun belə bir məlumat var ki, bunun 3-cü gözü var. Görün buradan tapa bilsəm heyvanı. Bunun 3-cü gözü var, müəllimlər. 3-cü göz var. O da deyir ki, günəşin yerini müəyyənləşdirir. Hatırlaya yoxdur burada. Günəşin deməli yerini müəyyənləşdirir 3-cü göz. Ümumi belə götürəndə kərtənkələyə oxşar bir quruluşu var, deyir. Bax, bu qədər. Bunun haqqında elə bir geniş məlumata ehtiyac yoxdur, deyirik. Bu belə. Bir də bir şey deyim, müəllimlər. Bunların çənəsi var. Məsələn, timsahın çənəsi var. Üst çənə, alt çənə. Hətta bir məlumatda oxumuşdum ki, üst çənə alt çənədən hərəkətlidir. Belə bir məlumat oxumuşdum. Və suda üzən zaman gözləri çöldə qalır. Yəni, ətraf mühiti müşahidə etmək üçün. Lakin ilk dəfə çənəni balıqlarda götürəcəksiniz. Silur. Qədim sürünənlər qaldı ki, yəni onlar haqqında məlumat verək. Qədim sürünənlər. Qədim sürünənlər Paleozoikasın Perin dövründə əmələ gəlib və nəsli kəsiliblər. Dinozavrdır. Dinozavra dəhşətli kələz də deyirlər. Sonra ixtiyozavrdır, balıq kələz. Pterozavrlar, pterodaktilər, uçan kələzlər, pteriodontlar. Bunlar dinozavrlar deyirik ki, dinozavrların müəllimlər dəhşətli kələz də deyirlər. Onların başı bir qədər kiçik olur. Boyun hissə bir qədər uzun olur, yoğun olur. Quyruqları iri olur. Həm yırtıcıdırlar, həm də onlar ot da yeyə bilirlər. Sonra ixtiyozavrlar da deyirik bunlara. İxtiyozavrlar müəllimlər balıq kələzlər adlanır. Görürsünüz, bax, şəkildə də var, balığa oxşar forması var. İxtiyozavr da deyirik, balıq kələz də deyirik. Lakin bir şey də qeyd edeyim ki, ixtiyozavrlarda, ümumiyyətlə ixtiyozavrla pterozavrlar bunlar ağciyərlərlə tənəffüs edirlər. Yəni, bu yadımızda düzdür, balıq kələzlər deyirlər, amma bunlarda ağciyər tənəffüsü gedir. İxtiyozavrlarda da, pterozavrlarda da ağciyər tənəffüs edirlər və onlar diri bala doğurlar. Bu məlumatlar yadımızda qalsın. Sonra, məsəl üçün, pterozavra uçan kələz də deyirlər. Deyirlər ki, bu ixtiyozavrlar balıqlara başlanğıc verir. Pterozavrlarda, deməli, balıqlarla, quşlarla sürünənlər arasında keçid təşkil edirlər. İxtiyozavrlarda sürünənlərlə balıqlar arasında, teriodotlar da sürünənlərlə məməlilər arasında keçid təşkil edirlər. Və pterozavrların ön ətraflarındakı barmaqları uzanıbdır və belə deyək də, həmin o barmaqlarla bədənin arasında dəri pərdə əmələ gəlib. Yəni, uçmaq üçün də, görürsünüz, uçur, fikir verin. Pterozavr da deyirlər, pterodaktilər də deyirlər, uçan kələzlər, sürünənlərlə quşlar arasında quşlara başlanğıc veriblər, deyir. Ön ətraflarındakı barmaqlar uzanıb və bu barmaqlarla bədən arasında dəri pərdə əmələ gəlib. Və ilk dəfə olaraq teriodontları da bayaq dedim ki, dişlərin ixtisaslaşması baş verib. Teriodontda yazılır, bəzən testlərdə inostranseviyada yazılır. Bayaq ixtiyozavr dedim, haradasa çaşdım onu, orada ixtiyozavr dedim, inostranseviya. Teriodontda deyirlər, inostranseviyada deyirlər. İlk dəfə olaraq dişlər ixtisaslaşıb, kəsici köpək ağzı dişlərə bölünüb. Bundan başqa bir də
ətrafların gövdənin altında yerləşməsi. Bax, bunlar məməlilərin xüsusiyyətləridir. Yəni dişlərin ixtisaslaşması və ətrafların gövdənin altında yerləşməsi bunların məməlilərə oxşayan xüsusiyyətləridir, periodontların və yaxud da inostranseviyanın. Sonra müəllimlər deyə bilərik ki, bunların məsəl üçün qırmızı kitaba düşən nümayəndələri var. Məsəl üçün balıqlardan qırmızı kitaba düşən nümayəndələr demək nə götürmüşdük? Balıqlardan götürürdük şəmai balığı, qırmızı kitaba düşüb deyirdik. Amma suda quda yaşayanlardan deyirdik ki, Qafqaz xaçlıcası idi, sarımsaq ilə qurbağa idi, adi quru qurbağası idi, adi tritonla karolin tritonu idi. Bunlardan qırmızı kitaba düşənlər bilsiz hansılardır? Məsəl üçün kərtənkəllərdən qızılı mabuyan götürürük. Qızılı mabuya, diri bala doğan. İlanlardan Kiçik Asiya gürzəsi, bir də Eskula bilanını götürürük. Tısbağalardan da Aralıq dənizi tısbağası qırmızı kitaba düşən nümayəndələrdir. Bax, sürünənlər haqqında müəllimlər bu qədər. Burada yekunlaşdırdıq. Demək olar ki, bir saata sürünənləri izah elədim. Müəllimlər, sürünənlərlə bağlı sual varsa, buyurun. Yoxdursa, mən quşlara keçim ki, bir yarıya qədər də quşları izah eləyə bilim. Buyurun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Bu sürünənlərin diri bala doğma prosesi var. Bəli. O yəni yumurtanın içində bala olur da. Yox, müəllimlər, ana bətnində inkişaf edir bala, diri bala doğur da. Bəli. Bəs orada müdafiə quruluşda onda fərqlilik vardı, o bir şey. Bəli, əlbəttə ki var. Bəli, yəni digər sürünənlərə nəzərən orada bəli fərqlilik var, düzdür. Yəni bir var yumurta qoyan, həmin yumurtanın içərisində quşlar kimi də necə o cür. Bir də var ki, bunlar artıq yəni diri bala doğur. Necə ki balıqların içərisində var idi, sürünənlərdə var idi, eləcə bunlarda da. Yəni düzdür, əlbəttə var. Düzdür, kitabda daha ətraflı məlumat verilmir, amma sadəcə olaraq elə sizə də düşən onların adları olacaq ki, yəni diri bala doğan nümayəndələri hansılardır və yaxud da varmı? Bəli, var. Tamam müəllim, çox sağ olun. Buyurun müəllimə, siz sağ olun. Müəllimlər, başqa yoxdursa, mən indi bu PDF-i bağlayım, keçim, deməli, quşlar sinifinə keçək. Başqa sualınız varsa, buyurun. Yoxdursa, quşlardan başlayaq izah eləmə. Bir yarıya qədər izah eləyim, çünki hələ bizim bir saatımız var. Düzdür, quşlar genişdir, çoxdur, dəstələri də var. Yarıya qədər istəyirəm, çataq görək, hara qədər izah eləyə bilərik. Demək, müəllimlər, xordallar tipinin növbəti sinifi də quşlar sinifidir. Quşlar sinifini biz xordallar tipinin ən cavan sinifi götürəcəyik. Yəni, quşlar sinifi xordallar tipinin ən cavan sinifidir. Niyə? İndi niyə ən cavan sinifidir? Çünki xordallar tipinin kəlləsizlər və onurğasızlar yarım tipi əmələ gəldi proterozoy erasında. Neçtərçə? Kəlləlilər əmələ gəldi çoxu paleozoyda, bir-iki dənəsi də mezozoyda. Məsəl üçün, balıqlar kəlləlilərdən dəyirmi ağızlılar, yəni deməli, çənəsiz onurğalılar, zirəhlilər. Mınıq əmələ gəldi paleozoyun hansında götürmüşdük? Ordovikində. Sonra keçdik, dedik ki, ilk çənə ağızlı da, aydın məsələdir ki, ilk hərəkətli çənələr balıqlarda əmələ gəlib. Götürdük, vay, müəllimə nə gec qoşulur, Təranə müəllimə. Hə. Deməli, çənə ağızlı onurğalılar, balıqları götürdük, paleozoyun silloru. Qurbağanı, yəni suda qurda yaşayanları götürdük, paleozoyun devonu. Sürünəni götür. Axşamınız xeyir Təranə müəllimə. Sağ olun canım. Çox sağ olun müəllimə. Siz necəsiz ay Təranə müəllimə? Narahat idiniz? Çox sağ olun. Həmişə yaxşı. Sağ olun canım. Həmişə yaxşı. Allah razı olsun. Bəli. Sağ olun. Yaman. Müəllimə Allah köməyiniz olsun canım. Allah köməyiniz olsun. Çox sağ olun müəllimə. Çox sağ olun. Allah hamınızdan razı olsun. Amin. Allah qorusun sizi. Allah kömək olsun. Bəli. Quşlar sinifi. Hə, bəli, sürünənləri izah elədim Təranə müəllimə. Bəli, sürünənləri izah elədim. İndi elə quşlara yenicə başlamışıq. Bu dəqiqə başlamışam. Bəli. Aha, Evdə buyurun. qonaq var deyim, müəllim indi qutardı. Qonaq getdi, dərsə qoşuldu. Olar can, narahat olmayın, buyurun. Çox sağ olun. Buyurun. Demək dedik ki, müəllimlər, paleozoyun daş kömründə götürdük sürünənləri, yırtıcı dişliləri götürdük paleozoyun perimində.
Mezoerasın Tiras dövründə götürdük iki məməlilər, ördək burun və yexitna, dövrün sonuna yaxın timsah. Yəni sürünənlər belə səpələnmiş vəziyyətdədir. Sonra əsl quşlarla əsl məməlləri götürdük. Mezoin Tiras üzr istəyirəm, təbaşir dövründə. Amma Arxopteriksi götürdük Mezoin Yura dövründə və Arxopteriksi belə bir şeydir. Arxopteriksi deyirlər ki, qədim nəsli kəsilmiş quş növü kimi götürürlər. Yəni quş götürürlər də, quş növü. Yəni əvvəllər onu keçid forma, aralıq forma biz götürürdük. Yəni quşlarla, sürünənlərlə quşlar arasında keçid forma. Amma daha sonra onu nəsli kəsilmiş quş növü kimi götürdülər. Mezoin Yura. Tirasda isə əsl quşlar yarandı. Mezoin Tiras deyirəm, təbaşir dövründə. Bax bu cür yarandı. Xordalların təkamülü bu cür gedib. İndi quşlar da görürsünüz ən cavan sinif nəyə görə dedim? Çünki Mezoin Tirasında ilk məməlilər yarandı. Məməlini biz götürdük Mezoin Tirasında ilk məməlini. Əsl məməlini amma təbaşirdə. Lakin quşları götürürük təbaşir. Deməli, quşlar deməli xordallar tipinin ən cavan sinifidir. Yəni ən sonda yaranan sinifdir. Ona görə də müəllimlər, quşlarda yaranan ilkləri məməllərdən öndə sonra götürəcəksiniz. Yəni ki, daha sonra götürəcəksiniz. Məsəl üçün, sizə desə ki, hava kisələri birinci yaranıb, yoxsa plasenta birinci yaranıb. Bax, bunu eyni götürəcəksiniz. Çünki ilk məməllərdə plasenta yox idi. Plasenta əsl məməllərdə olub təbaşirdə, hava kisələrdə əsl quşlarda olub təbaşirdə. Bu başqa bir şey. Amma sizə desə ki, pəncə lüləsi birinci yaranıb, yoxsa məsəl üçün 4 kameralı ürək birinci yaranıb, onda götürəcəksiniz birinci 4 kameralı ürəyə. Çünki ilk məməllərin ürəyi 4 kameralı idi. Pəncə lüləsi amma Yura dövründə Arxopteriks. Ona görə də bunlarda diqqətli olun. Yəni quşlarda yaranan xüsusiyyətləri təbii ki, Arxopteriksdə nəzərə alaraq sonra götürəcəksiniz məməllərdən. 86 min növləri var. Quşlar sinifi xordallar tipinin ən cavan sinifidir. Mezoerasın təbaşir dövründə yaranıb. Arxopteriks isə Mezoin Yurası götürəcəksiniz. Qədim quş növü götürəcəyi artıq onu deyirik. Deməli, sonra dedik ki, 86 min növləri var. Onun 362 növü də deyir. Quş növü Azərbaycanda yayılmış növlərdəndir. Və onurğallara aiddir. Kəllələr və onurğallar ən cavan sinifdir dedik. Və qeyd edək ki, bax, bunlarda nələr əmələ gəldi? Gəlin, bunlara baxaq ilklərinə. Sonra xarakteri xüsusiyyətlərinə də baxarıq. Bax, deyirik ki, içi boş borulu sümüklər. İçi boş borulu sümüklər, müəllimlər, aydın məsələdir ki, borulu sümük ilk dəfə suda qurda yaşayanda yarandı, qurbağada. Amma içi boş deyir, baxın. Çünki borulu sümüklərin içərisi sarı sümükli ilə doludur. Lakin quşlarda uçmaqla əlaqədar olaraq borulu sümüklərin içərisi boşdur, sümüklüyü yoxdur. İçi boş borulu sümüklər və yaxud da bunlara deyirlər pnevmatik sümüklər ilk dəfə yaranıb Mezozoerasının Yura dövründə. İndi niyə? Mezozoerasının Yura ona görə götürürəm ki, Arxopteriksdə yaranıb ilk dəfə. Arxopteriksdə Yurada olduğuna görə götürürük içi boş borulu sümükləri Mezozoerasının Yura dövrü Arxopteriks. Sonra lələk örtüyü yalnız quşlara məxsusdur. İlk dəfə yaranıb Mezozoin Yura dövründə Arxopteriksdə. Arxopteriksin quşa oxşayan xüsusiyyətləri var idi, yadınızda idi. Deyirdik ki, içi boş borulu pnevmatik sümüklər, lələk örtüyü, ön ətrafın qanada çevrilməsi, pəncə lüləsinin əmələ gəlməsi, körpücük sümüklərinin birləşərək, iki körpücük sümüyü birləşərək bir ədəd çəngəl sümüyünün əmələ gətirilməsi. Bax, bunlar Arxopteriksin quşa oxşayan xüsusiyyətləri idi. Deməli, onda belə çıxır ki, içi boş pnevmatik sümüklər, lələk örtüyü, pəncə lüləsi, çəngəl sümüyü, ön ətrafın qanada çevrilməsi, bunları götürəcək Mezozoerasının Yura dövrü Arxopteriksdə. Və bir də bir şey qeyd edeyim ki, baxın, Arxopteriksdə, yenə də deyirəm, lələk var idi, quşa oxşayan xüsusiyyət idi, ön ətraf qanada çevrilmişdi. Və bir də bir şey deyim, müəllimlər, ümumiyyətlə, quşların ön ətrafı qanada çevrilsə də, ön ətrafda barmaq var. Hər ön ətrafda 3 barmaq var, 3, cəmi 6 dənə barmaqları var. Və əksəriyyət quşların ön ətrafında caynaq yoxdur. Arxopteriksin bir fərqi odur ki, Arxopteriksin ön ətrafında caynaq var. Caynağı var, yəni ön ətrafında da caynaq var, arxa ətrafında da caynaq var. Yəni, yəni belə deyəcəyik, quşdan, məsələn, göyərçinin ön ətrafında 3-3-6 barmaq var,
Arxopteriksin də ön ətrafında 3-6 barmaq var. Amma göyərçinin caynağı yoxdur ön ətrafında, arxopteriksin var. Ön ətrafın qanada çevrilməsi ilk dəfə Mezozoin Yura dövründə arxopteriks əmələ gəlib. Arxopteriksin ön ətraflarında 6 barmaq var, 6 caynaq var ön ətrafda. Arxa ətrafda da 4, 8 dənə götürürük. Yəni bunlarda. Deməli onda deyəcəyik ki 8, 14, düzdürmü? 8 arxa ətrafda barmaq var, 6 da ön ətrafda barmaq var. Arxopteriksin cəmi neçə barmağı var deyəndə deyirik ki 14 barmağı var. Bəs neçə caynağı var? 14 caynağı. Çünki ön ətraflarında da caynaq var, arxada da. Amma göyərçinin 14 barmağı var, 8 caynağı var. Çünki ön ətraflarında caynaq yoxdur. Deməli, lələ örtüyü, ön ətrafın qanada çevrilməsi, pəncə lüləsi, müəllimlər, pəncə lüləsini ilk dəfə götürəcəksiniz Mezozoirasının Yura dövrü. Pəncə lüləsi arxa ətrafların bir neçə sümüyünün birləşməsindən əmələ gəlib və quşun addımlarını böyük edən, yəni yerdən alınan təkanları, belə deyək də, necə deyim, sanki quşa bir təkan verir. Yəni quşun təkan alaraq göyə qalxmasında, uçmasında rol oynayır deyirik və əgər sizə sual verilsə ki, bütün quşlarda pəncə lüləsi varmı? Xeyr. Bütün quşlarda pəncə lüləsi yoxdur. Məsəl üçün biz mikro təkamülü keçəndə orada uyğunlaşma dərsində belə bir şey var idi ki, uzunqanad quşunun adı orada çəkilmişdi. Bir var yarğanlar, bir də var uzunqanad quşu. Yarğanlarda və uzunqanad quşunda pəncə lüləsi yoxdur. Hətta uyğunlaşmada belə bir şey deyir ki, uzunqanad quşunun ayaqları, ətrafları qısa olur, qanadları uzun olur və hündür bir yerdən təkan alaraq uçur. Yəni hündür yerdən sanki quşu özünü yuxarıdan atır ki, qanadlar sayəsində uça bilsin. Yəni onun pəncə lüləsi yoxdur. Pəncə lüləsi ilk dəfə olaraq Mezozoirasının Yura dövründə arxopteriks əmələ gəlib. Bütün quşlarda yoxdur. Arxa ətrafın bir neçə sümüyünün birləşməsindən əmələ gəlib. Quşun təkan alaraq uçmasında rol oynayır. Uzun qanad quşunda və yarğanlarda yoxdur deyirik. Bundan başqa bir şey də qeyd edeyim ki, çəngəl sümüyü nədir? Çəngəl sümüyü ön ətraf qurşağı olan körpücük sümüklərinin birləşməsindən yaranıb. İki körpücük sümüyü birləşib bir dənə çəngəl sümüyü yaranır. Bu da amortizator rolunu oynayır. Yəni bu da yenə təkan verir. Quşun uçmasına təkan verir ki, bu da ilk dəfə olaraq arxopteriksdə yaranıb. Lələk örtüyü, çəngəl sümüyü, pəncə lüləsi, ön ətrafın qanada çevrilməsi, içi boş pnevmatik sümükləri arxopteriks Yura götürəcəksiniz. Amma bir şey də qeyd edeyim ki, arxopteriks uça bilmirdi. Çünki onun döş sümüyü üzərində til yox idi. Ancaq ağacdan ağaca süzmə uçuşu eləyirdi. Yəni til yoxdur. Tili yoxdur arxopteriksin. Bunlar belə. Yəni döş tilini artıq siz Yura götürməyəcəksiniz. Bunu deyim. Deməli, amma bir şey də var. Döş tili, müəllimlər, məməlilərdə də döş tili var. Döş sümüyü üzərində döş tili var. Yəni onu siz götürəcəksiniz təbaşir. Çünki yarasada döş sümüyü üzərində döş tili var. Sonra köstəbəklər var idi. Köstəbəklərdə var. Ona görə döş tilini təbaşir götürəcəksiniz. Təbaşir götürürük, düzdür. Məməlilərin də var, yəni quşlarda da var. Artıq onu təbaşir götürürük. Deməli, bunlar oldu. İlkləri sadaladım nədir? Yurada əmələ gələnlər. Bir də belə bir şey deyim. Hava kisələrini, müəllimlər, hava kisəsi arxopteriksdə olmayıb. Yəni arxopteriksdə 2 qat tənəffüs yoxdur. Ağciyərlərdə hava kisələrini təbaşir götürəsiniz. O əsl quşlardadır. Ağciyərlərdə hava kisələrini nə götürəcəksiniz? Təbaşir götürəcəksiniz. Çünki o əsl quşlardadır deyirik. Sonra bundan başqa nə deyə bilərik? Quşlarda sağ ortoqövsüdür. Ürəkdən sağ ortoqövsü çıxır. Bunlar. Deməli, bax, bunların xüsusiyyətləri sadaladıq. Yenə təkrarçılıq olmasın, təkrarlamaq istəmirəm. Keçək quşların fərqli xüsusiyyətlərinə, yəni digər onurğalılarda olmayan fərqli xüsusiyyətlərə. Bax, deyirik ki, sürünənlərdə olduğu kimi bunların da dərisi qurudur, vəssizdir. Amma sürünənlərdən fərqli olaraq bunların deməli büzdüm sümüyü var bunlarda. Yəni onurğa, boyun, döş, bel, oma. Hətta belə bir şey deyirik ki, quyruq deyirik də, 5 şöbəyə bölünür. Deyir ki, bəzi quşlarda quyruğun bir neçə fəqərəsi birləşərək büzdüm sümüyü əmələ gətirir.
quyruğun bir neçə fəqərəsi birləşərək büzdüm sümüyü əmələ gətirir və büzdüm sümüyünün üzərində büzdüm vəzi yerləşir. Büzdüm vəzi. Və su quşlarında daha yaxşı inkişaf edib bu büzdüm vəzi. Yəni su quşlarında daha gözəl inkişaf edib deyirik, daha yaxşı inkişaf edib, bədəni islanmasının qarşısını alır. Yəni quş başını çevirir, həmin büzdüm vəzini sıxır, oradan vəz ifraz olunur, onu bədəninə sürtür və bu islanmanın qarşısını alır deyirik. Su quşlarında daha yaxşı inkişaf edib ki, lələk örtüyünü belə deyək də, islanmanın qarşısını alır yəni. Bundan başqa deyirik ki, dəriləri qurudur, vəzsizdir, lələklə örtülüb, lələk istiliyin xaricə verilməsinin qarşısını alır və yalnız lələk örtüyü quşlara məxsusdur. Başqa heç bir xordallarda yoxdur. Sonra deyirik, bunların çənələri dimdiyə çevrilib. Bunlar çənə ağızlıdır. Demişdim, xordallar tipinin 6 sinifi, orada da quşlarda da çənələr dimdiyə çevrilib deyirik. Bu da uçmaqla əlaqədardır. Yəni bu xüsusiyyət uçmaqla əlaqədardır. Baxın, pəncə lüləsi təkan alaraq uçmasında iştirak edirdi. Çəngəl sümüyü uçmaqla əlaqədardır. Lələk örtüyü uçmaqla əlaqədardır. Ön ətrafların qanada çevrilməsi, içi boş pnevmatik sümüklərin əmələ gəlməsi, sonra uçmaqla əlaqədardır. Çənələrin dimdiyə çevrilməsi, sidik hissəsinin reduksiyaya uğraması, yalnız sol yumurtalığın qalması, bunlar hamısı uçmaqla əlaqədar olan xüsusiyyətlərdir. Bir də bayaq yadımdan çıxdı dedim, hava kisələrini, bir də 2 qat tənəffüsü təbaşir götürəsiniz. Yəni hava kisələri ilə 2 qat tənəffüs Arxopteriksdə yox idi. Bunu əsil quşlarda təbaşirdə götürəcəksiniz. Sonra bax yenə deyirəm, deməli çənələrin dimdiyə çevrilməsi uçmaqla əlaqədardır. Dişlərin olmaması, dişlər yoxdur, dişlər reduksiya uğrayıb, amma Arxopteriksin dişləri var, sürünənlərə oxşar xüsusiyyətdir. Dişlər yoxdur, sidik kisəsi yoxdur, yüngüllük olsun deyənə. Sonra bunlarda ifrazat məhsulu sidik turşusudur, yəni qoyudur da, suyun miqdarı azdır bunlarda. Sağ yumurtalıq yoxdur, bunlarda sol yumurtalıq var. Bunu da bununla yadda saxlayın ki, ürəkdən sağa ortoqövsü çıxır. Sağ yumurtalıq yoxdur, sol yumurtalıq var. Bunlar uçmaqla əlaqədardır və içi boş pnevmatik sümüklərdə uçmaqla əlaqədardır dedik. Ürəkdən, yenə də deyirəm, sol mədəcikdən sağ aorta qövsü çıxır. Yəni sol mədəcikdən çıxıb sağa burulur. Deməli, suda qurda yaşayanlarda və sürünənlərdə həm sağ, həm sol aorta qövsü var, cüt aorta qövsü var. Quşlarda sağ aorta qövsü var, sol mədəcikdən çıxıb sağa burulur. Məməlilərdə, insanda sol mədəcikdən çıxıb sola burulur, sol aorta qövsüdür. Quşun diri bala doğan nümayəndəsi yoxdur. Yəni quşlar diri bala doğmurlar, amma məsəl üçün balıqdır, sürünəndir, məməlidir. Bunların diri bala doğan nümayəndəsi var. Götürürük və istiqanlı canlılardır. Quşlar da istiqanlıdır, məməlilər də istiqanlıdır. Yəni artıq bunlarda götürəcəyik ki, bunların bədən temperaturu ətraf mühitin temperaturundan asılı deyil və quşun bədən temperaturunu da götürürlər 42-43 dərəcə Selsi və yeri gəlmişkən onu da qeyd edeyim ki, quşlar atmosferdəki oksigenin 80-90%-dan istifadə edir, məməli heyvanlar isə 20-25%-dan istifadə eləyirlər. Quşların xarakteri xüsusiyyətləri bunlardır. Daha sonra dərsi izah elədikcə, yada düşdükcə, yəni digər xüsusiyyətləri də müəyyənləşdirərik. Bunlar bu qədər. İndi baxın, bəzi şeylərdə deyim, müəllimlər. Bunları dedim. 86 min növləri var. 362 Azərbaycanda yəni rast gəlinir quş növünə. Aləm olaraq heyvanlar aləmidir. Tip olaraq xordallar tipidir. Yarım tip onurğallar və ya kəllələr yarım tipidir. Sinif quşlar sinifidir. Sonra məsəl üçün xordallar tipi ona görə adlandırırlar ki, rüşeyin mərhələsində xorda olur. Sonradan xorda onurğa ilə əvəz olunur. Ön ətraflar qanada çevrilib deyirik. Deməli, bundan başqa məsəl üçün nə məlumat verə bilərəm? Məsəl üçün bir də bir şey deyim ki, suallar düşür bəzən ki, bütün quşlarda deməli uçmaqla əlaqədar döş tili varmı? Xeyr. Məsəl üçün tilsizlər dəstəsi var, dəvəquşu. Tilsizlər dəstəsi dəvəquşunda döş tili yoxdur. Yəni dəvəquşu uça bilmir. Onlara tilsizlər də deyirlər. Dəvəquşular dəstəsi də deyirlər. Onlarda yoxdur. Və yaxud da bundan başqa deyim ki, məsəl üçün nə deyə bilərik? Sizə sual düşə bilər ki, məsəl üçün uçmayan quşlar hansılardır? Dəvəquşu uçmur.
döş sümüyü üzərində til yoxdur. Pinqvin uçmur, amma pinqvinin döş sümüyündə til var. Yəni pinqvində til var, amma özü uçmur. Yəni bütün quşlar uçur ifadəsi yanlışdır. Uçmayan quşlar dəvə quşudur, pinqvindir. Dəvə quşunun döş dili yoxdur, pinqvində til var, amma uçmur. Arxopteriksə də döş sümüyü üzərində til yox idi, süzmə uçuşu edirdi. Bu barədə də məlumat verdik. Bunlar belə müəllimlər. Keçək indi xarici quruluşuna. Quşların xarici quruluşu haqqında məlumat verək. Demək deyirik ki, sürünənin bədəni 5 şöbəyə bölünürdü. Baş, boyun, gövdə, quyruq, ətraflar. Burada da deyirik baş, boyun, gövdə və ətraflar, quyruq da var. Baş, boyun, gövdə, quyruq, ətraflar. 5 hissə götürürük. Və qeyd eləyək ki, bunların bədən üzəri yenə də qeyd eləyim ki, lələklə örtülüb və ilk dəfə bunlardan mənə gəlib lələk örtüyü. Sonra nə deyə bilərik? Deməli, dimdik, çənələr dimdiyə çevrilib, uçmaqla əlaqədar olaraq yüngül olsun deyənə və dimdik də buynuz maddəsindən ibarət dimdikdir. Yəni, epidermisin qərinləşmiş üst təbəqəsinin törəməsidir, buynuzlaşmış təbəqədir. Yəni, buynuz maddəsindən maddəsi ilə örtülü dimdiyə mənə gəlib ilk dəfə. Və dimdiyin adını ilk dəfədə kalmarda demişdiniz. Quşa oxşayan xüsusiyyət, quş dimdiyini xatırladan çənələr, belə demişdik. Əsl dimdiyi isə burada götürürük. Sonra demək, ön ətraflar qanada çevrilib dedik və ön ətraflarında 3-3 olmaqla 6 barmaq var. Göyərçinin barmağında caynaq yoxdur. Sonra nəyə deyə bilərik? Ümumiyyətlə, quşların, belə deyək də, 4 ətrafı var. Yəni, sizə desələr quşun neçə ətraf var? 4 ətraf götürəcəyik. 2 ön, 2 arxa ətraflar. Amma belə bir sual verilsə ki, bütün quşlarda 4 ətraf var ifadəsi yanlışdır. Niyə? Gəlin yenə yadımıza salaq, müəllimlər. Yadınızdadırsa, makrotəkamül dərsində idi, səhv eləmirəmsə. Orada makrotəkamüldə də var idi. Bir də bu rudiment atafizm var idi, yadınızdadırsa. Eləcə makrotəkamüldə idi. Təkamül ispat edən dəlillərin içərisində idi rudiment atafizm. Rudiment qalıq idi. Orada yadınızdadır kivinin adını çəkmişdik. Kivilər dəvə quşlar dəstəsinin nümayəndələridir. Deyirdik, kivilərin 2 ətrafı var. Bilirsiniz niyə? Çünki demişdik ki, uça bilməyən kivinin qanatları. Hətta 10-cu sinifin dərsliyində orada kivinin şəkli də var idi. Deyirdi, uça bilməyən kivinin qanatları. Deməli, qanadı, ön ətrafı yoxdur. Rudiment halındadır. Deməli, kivinin 2 ətrafı var. Ona görə də bütün quşlarda 4 ətraf var ifadəsi yanlışdır. Əksəri quşlarda 4 ətraf var və ön ətraflar qanada çevrilib. Ön ətraflarda 3-3 olmaqla 6 barmaq var, caynaq yoxdur. Əksəriyyət quşlarda kividə 2 ətraf var. Məsəl üçün, indi gəlin arxa ətraflara baxaq. Dedik, ön ətraflarda 6 barmaq. Arxa ətraflarda əksəriyyət quşlarda 8 barmaq var. 4-ü birində, 4-ü birində. Və bu 4 barmağında əksərən 3-ü önədir, 1-i arxayadır. Bu cür yerləşir. 3-ü önə, 1-i arxaya. Və su quşlarında da bu barmaqlar arasında üzmə pərdəsi var. 4 dənə barmaq varsa 3 dənə üzmə pərdəsi var. Ördəkdə və başqa, yəni su quşlarında. Amma məsəl üçün, yenə də bu fərqlidir. Məsələn, dəvə quşunun arxa ətrafında 4 yox, 2 barmaq var. Yəni, dəvə quşunun bir dənə arxa ətrafında 2 barmaq var. Cəmi 4. 4-ü arxada, 6-sı da öndə. Yəni, bu cür götürəcəksiniz. Və yaxud da, dəvə quşulara aid olan kazuar kimilərdə, emu kimilərdə 3 barmaq var. Arxa ətrafda 3 barmaq var. Yəni, 4 barmaq yoxdur. Söhbət arxa ətrafdan gedir. Kivilərdə 4 barmaq var. Yəni, 2 dənə ətrafı var. Hərəsində də 4 barmaq, 8. Yəni, bir ətrafdan söhbət gedir. Məsələn, ağacdələnlərin 4 barmağı var düzdür. Amma bunlarda da belədir. İkisi önədir, ikisi arxayadır. Yəni, bu fərqlər. Burada şəkil olmalıdır. Bir dənə baxın. Bu şəkildə. Baxın, müəllimlər. Demək, deyirik ki, ön ətraflarda, baxın, ön ətrafları var, qanada çevrilib, ön ətrafda 6 barmaq var və caynaq yoxdur. Arxa ətraflarda əksəriyyət quşların arxa ətrafında 4 olmaqla 8 barmaq var. Bunda 3-ü önədir, 1-i arxayadır və su quşlarında da 1, 2, 3 dənə üzmə pərdəsi var. Amma ağacdəlinə baxın, 2-si önə, 2-si arxayadır. Və yaxud da dəvə quşuya baxın, 2 dənə barmağı var arxa ətrafında, 4 dənə deyil. Məsəl üçün, baxın, qartalda caynaqlar da var arxa ətrafda. Baxın, burada pərdə var, üzmə pərdəsi 3 dənədir. Yəni, bu cür. Yenə də deyirəm, kivilərin 2 ətrafı var. Bütün quşların 4 ətrafı var ifadəsi yanlışdır. Kividə 2 ətraf var, 4 olmaqla 8 barmaq var. Emularda, kazuarlarda, bunlar dəvə quşulara aiddir. 3-3 olmaqla 6 barmaq var arxa ətraflarda. Sonra, nə deyəsiydik? Bunlar belə. İndi keçək nəyə, müəllimlər? Yenə yada düşdükcə
izah eləyəcəm. Keçək xarici quruluşunda baxaq, başdan başlayaq. Quşların 8600 növü var. Bunu dedik bayaq. Baxın, başında nə var? Deməli, başı hərəkətlidir ümumiyyətlə. Quşların başı hərəkətlidir deyirik və başında yenə göz qapaqlarını, bunlarda da yenə 6 göz qapağı deyəcəyik. 6 göz qapağı. Çünki bu göz qapaqları suda burada yaşayanlarda ilk dəfə əmələ gəlmişdi. 3-3-6. Bunlarda da var, sürünənlərdə də var 6 göz qapağı. İkisi üst göz qapağı, ikisi alt göz qapağı, ikisi də qırpma pərdəsi. Bir cüt göz. 3 cüt göz qapağı, yəni 6 ədəd göz qapağı. Bir cüt burun dəliyi, həm qoxu orqanıdır, həm tənəffüs orqanıdır. Qulaq. İlk dəfə olaraq bunlarda yarandı xarici qulaq. Xarici qulaq özdə yox, ilk dəfə məməlilərdə götürəcəyik. Çünki ilk dəfə məməli yaranıb axı. Mezozoin tras dövründə məməli yaranıb. Bunlarda da var. Xarici qulaq keçəcəyini quşlarda götürürdülər. Köhnə kitablarda xarici qulaq keçəcəyini quşlarda götürürdülər. Amma ümumiyyətlə ilk dəfə xarici qulağı biz xarici qulaq seyvanı və xarici qulaq keçəcəyi olmaqla iki hissəyə bölürük. Xarici qulaq keçəcəyi ilk dəfə quşda yaranıb deyirdilər, qulaq seyvanı məməlilərdə. Amma ümumiyyətlə xarici qulağı ilk dəfə harda götürür deyəndə deyəcəksiniz Mezozoin tras dövründə məməlilərdə. Quşlarda da var. Deməli, bunlarda qulağın üçü də var. Xarici qulaq da var, orta qulaq da var, daxili qulaq da var. Quşlarda. Çənələr yoxdur, buynuz maddən ibarət dimdiyə çevrilib, dişlər yoxdur, dişlərin olmaması da uçmaqla əlaqədardır dedik. Sonra bundan başqa bu qədər başda yerləşən hissələr. Sonra keçək dimdik, burun dəliyini dedik, dimdiyi dedik. Keçək müəllimlər nəyə? Boynu. Boynu hərəkətlidir. Boyun hərəkətlidir. Boyunda adətən 11-25 fəqərə götürürlər. Minimum 11, maksimum 11-dən 25 arası. Məsələn, göyərçinin boynunda 14 fəqərə var. 14 fəqərəsi var və boyun hissi hərəkətlidir. Yəni, boynunu hərəkət elətdirə bilir. Bədən üzəri dedik ki, dərsi lələklə örtülüdür. Uçmaqla əlaqədar lələk əmələ gəlmişdir. Quru dəridir, büzdün vəzinin adını çəkdik. Ön ətraf qanada çevrilib, 4 dənə ətrafı var dedik. Ön ətrafda 3-3 olmaqla 6 barmaq var dedik. Arxa ətrafın bir neçə sümüyü birləşərək pəncə lüləsi əmələ gətirib dedik və pəncə lüləsinin üzəri müəllimlər pulcuqla örtülüb. Baxın, bəzən testlərdə suallar var ki, deməli, quşlarda pulcuğa rast gəlinirmi? Bəli, bəs balıqlarda rast gəlindi, sümük mənşəli pulcuq idi, canlı hüceyrələr idi, sürünənlərdə rast gəlindi, quşlarda rast gəlindi, amma bunların pulcuğu buynuz mənşəlidir. Yəni, epidermisin qənimləşmiş törəməsidir. Buynuz mənşəlidir. Yəni, quşlarda da var deyirik. Bundan başqa dedik ki, bax, bunları dedik. Nə qaldı bizdə? Keçək, gəlin lələk örtüyünə. Lələk örtüyünə, nəsə yaddan çıxıbsa, yenə izah elədikcə deyəcəm. Lələk örtüyünə keçək. Lələk örtüyü, bax, şəkildə göstərib, burada da adları var. Biz deyirik ki, ümumiyyətlə biz lələyin hissələri deyəndə, bax, lələyin hissəsi deyəndə, bunu özünüzə də qeyd eləyin, lələyin hissəsi. Lələk iki hissəyə bölünür. Biri lələyin oxu, digəri də yelpik. Şəkildə də göstərir. Birinci lələk oxu, ikinci yelpik. Deyir ki, lələyin oxunun özünü də iki hissəyə bölürük. Qələm və gövdə. Lələk oxunun özü də iki hissəyə bölünür. Qələm və gövdə. Qələm nədir? Qələm, müəllimlər, qələm lələk oxunun, bax bu oxun, lələk oxunun bu dəriyə girən hissəsidir. Qələm hissə. Yəni, oxun dəriyə girən hissəsidir. Gövdə amma çöldə qalan hissədir, xaricdə qalan hissədir. Deməli, lələk oxu özü qələmdən və gövdədən ibarətdir. Qələm dəriyə girən hissədir, gövdə xaricdə qalan hissə. Gəlin, buradan da göstərin. Bax, bu lələk oxudur. Lələk oxu qələmdən, yəni bax, bu hissədən və gövdə də bu hissədir. Xaricdə qalan hissədir. İkinci, bəs yelpik nədir? Yelpik, bax, budur, bax, bu hissə, bura yelpikdir. Yelpiyə nə aiddir? Yelpikdə bir var, birinci dərəcəli saqqalcıqlar, ikinci dərəcəli saqqalcıqlar və bunların üzərində də qarmaqçıqlar. Baxın, belə.
Yelpik də budur. Birinci və ikinci dərəcəli saqqalcıqlar və birinci, ikinci dərəcəli saqqalcıqların üzərində də, yəni qarmaqcıqlar. Və bəzi bütün lələklərdə də qarmaqcıq var ifadəsi yanlışdır. Yəni indi onu gəlin burada baxaq. Lələklərin funksiyaları bir var, biçim və ya kontur lələyi, örtük lələyi də deyirlər. Qul lələyi, tiftik lələyi, qıl lələyi, sap lələyi. Gəlin birinci, ümumiyyətlə yadımızda qalsın ki, bax bu dimdikdir, bu caynaqdır, lələkdir, pulcuqdur. Bunlar hamısı buynuz mənşərli olub. Epidermisin üst qatının törəmələridir deyirik. Lələyin növləri. Birinci baxın yazıb biçim və ya kontur lələyi. Müəllimlər, buna biçim lələyi də deyirlər, kontur lələyi də deyirlər. Biçim və ya kontur lələyi özü bir çalma lələyi var, bir də sükan lələyi var. Çalma lələyi qanatlarda olur və adətən deyirlər ki, məsələn biz balıqda dedik ki, balığın önə doğru hərəkətində sükan rolunu oynayan quyruq üzgəcidir. Burada da quşun önə doğru hərəkətində iştirak edən qanatlardır. Qanatlar rol oynayır. Çalma lələkləri qanatlarda olur. Məsələn, birinci dərəcəli çalma lələklər qanadın pəncəsində olur, pəncə hissədə. İkinci dərəcəli çalma lələklər də sait sümüyün üzərində olur. Yəni bunlar düzdür, yeni kitablardan çıxarılıbdır, yenə də deyirəm, hər ehtimal deyirəm. Birinci və ikinci dərəcəyə çalma lələklər var. Birinci dərəcəyə çalma lələklər qanadın pəncəsində, pəncə üzərində. İkinci dərəcəyə çalma lələklər isə sait sümüyün üzərində olur. Sükan lələklər isə quyruqda olur. Deməli, biçim və ya kontur lələyi çalma və sükan lələyinə bölünür. Çalma lələklər qanadda, sükan lələklər isə quyruqda olur deyirik. İkinci örtük lələkləri. Örtük lələkləri adı da üstündə elə bədənin örtüyünü əmələ gətirir. Bədən səthini örtərək və quşun bədəninin istiliyinin saxlanmasında iştirak edir deyirik. Örtük lələyinin altında qul lələyi yerləşir. Qul lələyi örtük lələyinin altında yerləşir və deyirik ki, istiliyin saxlanmasında iştirak edir. Və qul lələyində, bax şəkillə baxın deyək, qul lələyinə bir dənə fikir verin şəkildə, bax bu şəkil qul lələyidir. Deyir qul lələyində gövdə hissə çox qısadır. Qısadır və qul lələyində belə deyək də saqqalcıqların üzərində qarmaqcıqlar yoxdur. Ona görə də onun yelpiyi yoxdur. Dağınıq olur onun yelpiyi. Bundan başqa tiftik lələyi var. Məsəl üçün düzdür, şəkildə balaca verib. Bir balaca bunu böyüdək. Tiftik lələyi şəkildə yoxdur. Hə, şəkildə yoxdur. Qıldı, qudu, sapdı. Tiftik lələyi haqqında da onu deyir ki, tiftik lələkləri deyirik ki, o da istilin saxlanmasında iştirak edir. Gövdə hissə ümumiyyətlə yoxdur. Ox var, gövdə yoxdur. Yəni saqqalcıqları qələm hissədən çıxmır, belə deyək də, qələm hissədən çıxır daha doğrusu. Yəni, bilirsiniz necə? Bayaq dedim ki, qələmdən və gövdədən ibarətdir. Bunun balaca bir qələmi olur, bax belə qələmi olur və bu saqqalcıqlar elə buradan çıxır, yəni bu formada. Gövdə hissəsi yoxdur deyirik də. Gövdəsi yoxdur və deməli saqqalcıqları qələm hissədən çıxır deyirik. Yəni bayaq dedik ki, lələk oxdan və yelpikdən ibarətdir. Bunlarda oxunda qələm var, qələm və gövdə. Gövdə yoxdur. Sonra qıl lələyi adətən quşlarda bu ağzın küncündə balaca xırda-xırda tüklər olur. Onlar lamisədə iştirak edir. Xüsusən də deyir ki, məsəl üçün uzun qanat quşudur, qaran quşlarda olan ağzın kənarında olur. Ağzı deməli göydən həşəratı tutmaqda, yəni ağzı geniş açmaqda və ya da lamisədə rol oynayır bax onlar. Onların da saqqalcıqları olmur, onların da oxu var, amma saqqalcıqları yoxdur deyirik, yelpiyi yoxdur deyirik. Bir də sap lələyidir. Sap lələydə temperaturu müəyyən edir deyirik. Onun da oxu var, saqqalcıqları yoxdur. Yəni bunlar haqqında yazılıb, hamısı məlumatlar var. Bunlar əzbərə köklənən hissələrdir müəllimlər. Burada baxarsınız özünüz, yəni baxıb şəkillə yadda saxlayıb əzbərləmək daha yaxşı olardı. Quşların skeleti haqqında gəlin məlumat verək. Çox güman ki, elə skeleti izah eləyərəm, ondan yekunlaşdırarıq, həzmi gələn dəfədən başlayarıq. Skeletlə əzələni izah eləyə bilsəm bugün. Quşların skeleti. Bax, bu sizin kitabınızda şəkildir, gözəl şəkildir bu şəkil. Elə gəlin bunun üzərində izah eləyim. Bir qədər skelet isə genişdir demək olar. Deməli, müəllimlər, quşun skeleti, aydın məsələdir ki, quş uçur. Uçduğuna görə quşun skeleti yüngül olmalıdır, düzdürmü? Yüngül və möhkəm olmalıdır. Elə elədir. Quşun skeleti yüngüldür, möhkəmdir və bayaq qeyd etdim ki, əsasən içi boş sümüklərdir. Bunlara biz pnevmatik sümüklər deyirik və ilk dəfə içi boş pnevmatik sümüklər mezoin yurasında Arxopteriksdə yarandı deyirik və quşun bədəninin yüngülləşməsində rol oynayan bir
faktordur bu. Skeleti bölürük yenə biz 3 hissəyə. Başın skeleti, yəni kəllənin skeleti, gövdənin skeleti və ətrafların skeleti olmaqla 3 hissəyə bölürük. Kəllənin skeleti özü də balıq, suda qurda yaşayan sürünənlərdə olduğu kimi beyin qutusu, yəni beyin şöbə və üz, visceral hissəyə bölünür. Beyin şöbəyə aiddir. Məsəl üçün, beyin şöbəyə nəyə misal göstərir? Kəllə sümükləri, şəklə baxın, kəllə sümükləri. Bundan başqa aid edə bilərsiniz, məsəl üçün göz çuxurunu aid edə bilərik. Yəni bunlar kəlləyə aiddir. Üst hissəyə də aid eləmək olar. Çənələr ki, çənələr də dimdiyə çevrilib. Üst dimdik, alt dimdik. Bunlar. Yəni burada bax gördüyünüz bu hissəni aid eləmək olar. Sonra keçək gövdənin skeletinə. Gövdənin skeletində də demişdik döş sümüyü, qabırğa, bir də onurğa götürmüşdük bunlarda. Döş sümüyü bir dənə sümükdür, tək sümükdür. Onurğa stonu, bir də qabırğalar. İndi gəlin birinci başlayaq sırayla. Məsəl üçün onurğa. Balıqların onurğası 2 şöbəyə bölünürdü, gövdə və quyruq. Qurbağaların onurğası 4 şöbəyə bölünürdü, boyun, gövdə, oma, quyruq. Sürünənlərin onurğası 5 şöbəyə bölünür, quşlarda da 5 şöbəyə bölünür. Boyun, döş, bel, oma, quyruq. Quşların onurğası 5 şöbəyə bölünür. Boyun, döş, bel, oma, quyruq. Bütün quşların boynu hərəkətlidir. Hətta əksəriyyət quşlarda 180 dərəcəyə qədər çevrilə bilir. Məsələn, bayquşlarda 270 dərəcəyə qədər başını çevirə bilir. Yəni, əksər quşlarda demək olar ki, bütün quşlarda hərəkətlidir. Çox hərəkətlidir bütün quşlarda. Bu cür götürürük. Çünki ətraf mühiti müşahidə edir, lələyini təmizləyir, ovunu tutmaqda, yəni gələn ovu görməkdə rol oynayır. Döş, bel, oma hərəkətsiz götürəcəksiniz. Necə tısbağanı dedimi, müəllimlər, boyun və quyruq sizə çanaqdan kənarda qalır, hərəkətlidir. Döş, bel, oma hərəkətsizdir. Bunlarda da. Quyruq hamısında hərəkətli deyil, bəzi quşlarda hərəkətlidir. Və bəzi quşlarda deyirik ki, hərəkətli götürürük və bəzilərində də eyni zamanda bayaq da dedim ki, quyruğun bir neçə fəqərləri birləşərək büzdüm sümüyü əmələ gətirir. Sonra nə deyə bilərik? Məsəl üçün, bax deyirik ki, elə onurğadan gəlin danışaq. Boyun hissə dedik hərəkətlidir və boyun hissədə 11-25 arası fəqəri olur. Əsas göyərçində götürülür fəqərlərin sayı. Göyərçinin boynunda 14 dənə fəqərə var. Bax, göyərçinin 14 barmağı var, 14 dənə də fəqərəsi var. Bundan yadınızda saxlayın. Və quyruğun bir neçə sonuncu fəqərəsi birləşərək, bayaq da dedim ki, büzdüm sümüyü əmələ gətirib ki, onun üzərində də demişdik ki, büzdüm vəzi yerləşir. Yəni, bunu da bayaq da qeyd elədim. Boyun isə hərəkətlidir, 14 fəqərdən ibarətdir. Döş, bel, oma hərəkətsizdir. Quyruq hərəkətlidir dedik. Bundan başqa gövdəyə aiddir döş sümüyü. Döş sümüyü, bax bu hissədir. Bura yazıb döş sümüyü. Bax, bu hissəni biz götürürük nə? Bunu səhv qoy. Bu hissə. Bax, buranı götürürük döş sümüyü və bu da döş sümüyündə olan tildir. Fikir verin. Döş sümüyündəki tildir. Deyirik ki, döş sümüyü qayığa oxşuyur. Fikir verin, qayıq şəklində uzanaraq döş tili əmələ gətirir və uçmaqla əlaqədardır dedik. Dəvə quşlarda döş tili yoxdur, ona görə də uçmurlar, tilsizlər deyirlər. Pinqvinlərdə var, amma uçmurlar dedik. Yəni, bütün quşlarda döş sümüyü var ifadəsi yanlışdır. Və yaxud da yalnız quşlar sinifində, xordallar tipinin yalnız quşlar sinifində döş sümüyü var ifadəsi yanlışdır. Çünki məməllərdən yarasa və köstəbəkdə də var deyirik. Bundan başqa, gəlin elə döş sümüyünə bir balaca danışaq. Döş sümüyünə birləşən sümüklər, döş sümüyünə 2 növ sümük birləşir. Hansıdır? Baxın, biri qarğa sümüyü. Bax, deyib, bu hissə. Buradan fikir verin, bu hissəyə baxın. Biri qarğa sümüyü, deyib, bu. Qarğa sümüyü gəlib birləşir döş sümüyünə. Bir də, müəllimlər, qabırğalar. Amma qabırğalarda biraz fərqlilik var, deyəcəm indi. Məsələn, göyərçinin özündə fərqlilik var. Onu ayrı deyəcəm. Gəl ümumi quşları deyək, sonra göyərçinə ayrı baxaq. Demək, deyirik ki, döş sümüyünə 2 növ sümük birləşdir. Qarğa sümüyü, bir də qabırğalar. İndi bir dənə mən bir şey deyim, öz-özə qeydiyyat götürün. Ümumiyyətlə, əksəriyyət quşlarda, müəllimlər, əksəriyyət quşlarda belə götürürük. Qabırğalar, görürsünüz, bir dənə bura fikir verin. Biz adətən deyirik ki, qabırğa nəyə birləşir? Deyirik, qabırğa öndən döş sümüyünə birləşir. Arxadan döş fəqərəsinə birləşir. Amma quşlarda hər bir qabırğa, qabırğanın yan çıxıntısı var. Fikir verin, bunlardan söhbət gedir.
Hər bir qabırğanın yan çıxıntısı var və bu yan çıxıntı vasitəsilə bir-birinə birləşirlər. Deməli, quşlarda biz qabırğanı götürəcəyik, qabırğalar 3 sümüyə birləşirlər. Yəni 3 cür birləşmə əmələ gətirirlər. Bu nə oldu? Biri oldu döş sümüyü, biri oldu döş fəqərəsi, biri də oldu qabırğa. İndi bu göyərçində bir qədər fərqli var. Onu da deyəcəm. Gəlin birinci bunu deyək. Bu necədir? Baxın, məsəl üçün birinci qabırğa birləşir 3 sümüklə. 3 sümükdən. Niyə 3 sümükdən birləşir? Bu hansıdır? Məsəl üçün öndən birləşir döş sümüyünə. Arxadan birləşir döş fəqərəsinə. Bir də birinci qabırğadan söhbət gedir. İndi bu göyərçində fərqli deyənə demirəm, deyəcəm. Bir də bax burada amma görünür. Bir də birinci qabırğa özündən sonra gələn ikinci qabırğaya birləşir. Deməli, özündən sonra gələn ikinci qabırğaya birləşir. Gördünüz, 3 sümüklə birləşdi. Birinci qabırğa neçə sümüklə birləşdi? 3 sümüklə. Öndən döş sümüyünə bizdəyi kimi. Arxadan döş fəqərəsinə. Bir də özündən sonra gələn, bax burada fikir verin bu hissədə. Özündən sonra gələn ikinci qabırğaya. Bu birinci. İndi ikinci qabırğa, deməli, sonuncu qabırğaya baxaq. Sonuncu qabırğa birləşir adətən o da 3 sümüklə. Hansıdır? Yenə birinci öndən döş sümüyünə, arxadan döş fəqərəsinə və üçüncü, bayaq birinci özündən sonra gələn, bu özündən əvvəl gələn qabırğaya birləşir. Üçü ilə birləşdi. Amma indi ortada gələn qabırğalara baxın. Ortada gələn qabırğalar 4 sümüklə birləşir. Öndən döş sümüyünə, arxadan döş fəqərəsinə, sağdan, soldan, yəni özündən əvvəl və özündən sonra gələn qabırğaya. Bir, ikisi də burada. Ortada gələnlər cəmi 4 sümüklə birləşirlər. Lakin göyərçində istisna hal var. Nədir göyərçində istisna var? Deyim. Göyərçində istisna hal odur ki, göyərçində birinci qabırğa fərqlidir. Baxın. Ortada gələnlə sonda gələn eynidir. Ortada gələn 4-ü ilə, sonda gələn 3-ü ilə. Amma göyərçinin birinci qabırğasına fikir verin, döş sümüyünə birləşmir. Göyərçinin birinci qabırğası 2 sümüklə birləşir. Öndən döş sümüyünə birləşmir. Arxadan döş fəqərəsinə, yandan özündən sonra gələn ikinci qabırğaya birləşir. Şəkilə baxanda görəcəksiniz. Baxın, müəllimlər bilirsiniz ki, şəkillər düşür. Fikir verin, birləşməyib döş sümüyünə. Qalan digər hamısına fikir verin, gəlib döş sümüyünə birləşiblər. Baxın, amma bu birləşmir. Ona görə də göyərçinin birinci qabırğasını 2 sümüklə birləşib deyəcəksiniz. Ortada və sonda gələn qabırğalara isə 4 sümüklə birləşib götürəcəksiniz. Deməli, döş sümüyü tək sümükdür, gövdə skeletinə aiddir. Döş sümüyü qayıq formasında olub döş dili əmələ gətirir. Bütün quşlarda döş dili yoxdur. Döş dili uçmaqla əlaqədar olaraq quşlarda əmələ gəlibdir. Havanı yarır hərəkət zamanı. Bütün quşlarda yoxdur. Məsələn, dəvə quşunda, tilsizlərdə yoxdur. Pingvində var, amma uçmur. Yalnız quşlara xas deyil. Məməlilərdən yarasa və köstəbəkdə də var deyirik. Lakin ilk dəfə quşlarda əmələ gəlib mezoin təbaşiri götürəcəksiniz. Çünki deməli bunlarda götürəcəksiniz və Arxopteriksdə yoxdur. Ona görə də süzmə uçuş eləyir. Ağacın budağından budağa süzmə uçuş eləyir dedik. Döş sümüyünə 2 növ sümük birləşir dedik. Qarğa sümüyü yuxarı ətrafın qurşağına aiddir. Bir də qabırğalar. Göyərçində birinci qabırğa döş sümüyünə çatmır. Qalan bütün qabırğalar, ortada və sonda gələn qabırğalar döş sümüyünə çatır və birləşir deyirik. Bundan başqa nə deyə bilərik? Və deməli, onurğa dedik, döş sümüyü dedik, qabırğalar da gördünüz. Qabırğalar, bunlar yalnız quşlara məxsusdur, müəllimlər. Başqa heç bir xordallarda bu qabırğanın yan çıxıntısı yoxdur. Yalnız quşlarda, qabırğalarda yan çıxıntı var. Döş qəfəsi də yenə sürünənlərdə olduğu kimi 3n+1 düsturu ilə hesablanır. Bir dənə döş sümüyü, qabırğalar və döş qəfəsi. Da o döş fəqərlərinin sayı, o qabırğalar, onların sayı falan lazım deyil. Yəni verilsə o cür tapırsız, verilməsə ehtiyac yoxdur. Düzdür, köhnə kitablarda var idi, amma indi hal-hazırda ehtiyac yoxdur. Boyunda da 14 dənə fəqərə var göyərçində. Bir də bir şeyləri deyim. Məsəl üçün şəkilləri əsasən əgər salsalar, suallar sala bilərlər. Məsəl üçün, gəlin indi baxaq ətraflarının skeletinə. Deyirik ki, quşun ətraflarının skeleti
Quşların ətraflarının skeleti, müəllimlər, bölünür ön və arxa ətraflara. Ön ətraflar çiyin qurşağıdır yenə, digər suda quruda yaşayanlarda və sürünənlərdə olduğu kimi arxa ətraflarda çanaq qurşağıdır. Ön ətrafların qurşaq hissəsinə nə aiddir? Ön ətrafın qurşağına aiddir. Baxın, iki kürək sümüyü, hanı kürək sümüyünü tapaq. Ön ətrafın qurşağına aiddir iki kürək sümüyü, baxın bu hissədə. İki kürək sümüyü, iki qarğa sümüyü, baxın buradadır iki qarğa sümüyü və iki dənə də körpücük sümüyü. İki körpücük sümüyü birləşərək bir dənə çəngəl sümüyü əmələ gətirib. Deməli, iki körpücük sümüyü, bir dənə çəngəl sümüyü deməkdir. Bu da amortizator rolunu oynayır. Yəni, quşun təkan verir, quşa uçmaqda təkan verir deyirik. İlk dəfə kürək sümüyü balıqlarda yarandı. İlk dəfə qarğa sümüyü balıqlarda yarandı. Körpücük sümüyü də ilk dəfə yarandı suda quruda yaşayanlarda. Sürünənlərdə olduğu kimi 3 növ, 6 sümük var yuxarı ətrafların qurşağında 3 növ, 6 sümük götürəcəksiniz. Sonra sərbəst hissəyə aiddir. Deməli, nə? Bazu, baxın, bir bazu, iki dənə sait, mil sümüyü, dirsək sümüyü, ilk dəfə sürünənlərdə yaranıb mil dirsək bunlarda da var və ön pəncə. Ön pəncədə də bunlarda 3 barmaq var idi. Bir də qanat darağı var bunlarda. Qanat darağı da ön pəncənin bir neçə sümüyünün birləşməsindən yaranıb. Necə ki, arxa pəncənin bir neçə sümüyün birləşməsindən pəncə lüləsi yaranıb. Eləcə də ön ətrafın bir neçə sümüyün birləşməsindən pəncə. Bax, barmaqlara baxın, ön pəncə sümükləri 1, 2, bu da 3 dənə barmağı var. Və barmaqlarda da caynaqlar yoxdur deyirik. Bu belə, deməli, bir bazu, 2 sait, mil və dirsək, bir də ön pəncə. Bunu da bu cür dedik. Sonra arxa ətraflar bir növ 2 ədəd sümükdür, yenə çanaq sümüyüdür. Baxın, ilk dəfə balıqlarda yaranıb, bunlarda da var. Arxa ətrafın sərbəst hissəsi bir dənə bud sümüyü, baxın, bir bud, iki bud sümüyü, hərəsində bir. Bir dənə bura fikir verin müəllimlər. Bunlarda, baxın, bu sizin dərsliyinizdə olan şəkildir. Biz bilirik ki, baldır sümüyü qamış və incikdən ibarətdir. Bunlarda incik sümüyü yoxdur. Bunlarda baldır sümüyü bir ətrafda bir dənə, cəmi 2 dənə. Deməli, saidi 2 dənə götürəcəksiniz, 2 dənə. Amma baldırı bir dənə götürəcəksiniz, bircə dənə qamış sümüyü. İnci sümüyü yoxdur. Yəni, arxa ətrafda 2 bud, 2 baldır, ümumi arxa ətraflarda 2 baldır, bayaq 4 götürürdük, qamış, incik. Bunların qamışı var, inciyi yoxdur. Bir də arxa ətrafda pəncə lüləsi. Pəncə lüləsi də arxa ətrafın bir neçə sümüklərinin birləşməsindən əmələ gəlib. Yerdən alınan təkanları böyüdür, quşun uçmasında rol oynayır. Bütün quşlarda yoxdur. Uzun qanat quşunda və yarğanlarda yoxdur. Və pəncə lüləsinin üzərində də pulcuqlar var. Yəni, pulcuqlara quşlarda da rast gəlinir ki, bu pulcuqlar da qeyd etdik ki, deməli, epidermisin qərniləşmiş təbəqəsidir, dedik bayaq. Bir də bəzi şeyləri deyim müəllimlər. Məsəl üçün, bax, burada deyə bilər ki, sizə şəkilə əsasən əgər sizə sual salsalar, deyə bilər ki, məsəl üçün, qarğa sümüyünə neçə sümük birləşir? Baxın bir dənə, qarğa sümüyünə neçə sümük birləşib müəllimlər? Bazu birləşib. Bax, şəkilə baxın, bazu sümüyünə baxın, birləşib. Sonra, körpücük sümüyünə baxın, birləşib, körpücük. Körpücük sümüyü birləşib. Bir də döş sümüyü birləşib. Döş sümüyü. Deməli, qarğa sümüyünə neçə sümük birləşib deyəndə, yuxarı ətrafın qurşağı olan qarğaya deyəcəksiniz 3 sümük birləşib. Bir də bir şey deyim. Yuxarı ətrafın qurşağından döş sümüyünə bir dənə qarğa sümüyü birləşir. Nə kürək sümüyü birləşmir, nə də körpücük sümüyü birləşmir. Yadınızda qalsın. Şəklə baxanda da bilinir. Bu testdə var idi. Yəni, dəqiq olaraq testdə görmüşdüm. Səhv eləmirəmsə, abituriyentlərdə sınağa düşmüşdü bu ki, quşların yuxarı ətraf qurşağından hansı sümüydür ki, o döş sümüyünə birləşir. Kürək sümüyü də döş sümüyünə birləşmir. Körpücük sümüyü də birləşmir. Bir dənə qarğa sümüyü döş sümüyünə birləşir. Deməli, qarğa sümüyünə 3 növ sümük birləşdi. Döş sümüyü, bazu sümüyü, körpücük sümüyü. Sonra, məsəl üçün, nə soruşa bilərlər? Məsəl üçün, körpücük sümüyünə neçə sümük birləşir? Baxın, körpücük bir tərəfdən qarğaya birləşib. Bu hissəyə baxın. Bir ucu qarğaya birləşib. Bir ucu ilə bir-biri ilə birləşib. Bu cür. Yəni, qarğaya birləşir. Körpücük sümüyü qarğa sümüyünə birləşir. Bir ucu ilə də bir-biri ilə birləşir. Yəni, bir növ
sümüklə birləşir də, qarğa sümüyü. Öz növünə görə də öz növü ilə də birləşir. Yəni iki körpücük sümüyü birləşib çəngəl əmələ gətirir. Bu cür deyə bilərik yəni. İndi növbəti keçək nəyə? Gəlin bir dənə müəllimlər barmaq saylarına da baxaq bunlarda sonra. Bax mən bayaq dedim ki, ön ətraflarda neçə barmaq var idi bunlarda? Ön ətraflarda deməli 6 barmaq var idi. Əgər yadınızdadsa bayaq dedik. Deməli ön ətrafda 6 barmaq var deyirik. Və bu barmaqlarda da caynaqlar yoxdur. Arxa ətraflarda isə 4 olmaqla 8 barmaq var və caynaq var. Yəni sizə desələr ki, göyərçinin neçə barmağı var, deyəcəksiniz ki 14. Neçə caynağı var, deyəcəksiniz ki 8 caynağı var. Yəni göyərçində 8 caynaq var, götürürük. Sonra bunları dedik. Amma bütün yəni quşlara aid deyil də. Yəni onu da bildiniz ki, bütün quşlara aid deyil. Çünki məsəl üçün gördünüz, dedik ki, dəvə quşunun arxa ətrafında 2 barmaq var. Və yaxud da dedik ki, kivilərin ümumiyyətlə 2 ətrafı var, 8 barmağı var, yəni ön ətrafda barmaqlar yoxdur. Bunlara da fikir vermək lazımdır. Ümumiyyətlə sizə desələr ki, bütün quşlarda 4 ətraf var ifadəsi yanlışdır. Kividə 2 ətraf var, 8 barmaq var, 8 caynaq var. Sonra məsələn göyərçinin 14 barmağı var, 8 caynağı var. Dəvə quşunun 3, 6 o, 4 də o. Dəvə quşunda deyəcəksiniz 10 barmaq var, 4 caynaq var, çünki arxa ətraflarını götürəcəksiniz. Dəvə quşunun 3, 6 ön ətrafda, 2, 4 arxa ətrafda, 10 barmağı var, 4 caynağı var deyəcəksiniz. Sonra deməli baxın, məsəl üçün göyərçində necə götürdük? 4 ətraf götürdük, 2 ön, 2 arxa, 14 barmaq götürdük, 8 caynaq götürdük, 14 boyun fəqərəsi götürdük, sonra 6 göz qapağı götürdük. Sonra məsəl üçün onurğanın 5 şöbəsi var dedik. Bunlar yadımızda qalsın. Sonra yenə də deyirəm, Arxopteriksin ön ətrafında caynaqlar var, amma quşların ön ətrafında caynaqlar yoxdur. Bunu da belə götürəcəksiniz. Yəni barmaq saylarında müəllimlər çaşmayın. Fərqlidir. Bütün quşlarda eyni deyil deyirik. Bunlar haqqında məlumat verdik. Sonra bizə nə qaldı? Demək, nə qaldı burada? Yəni elə əzələ ilə də hələ var vaxtımız. Əzələ barədə də danışaq, sonra keçək. Qalsın həzm sistemi. Düzdür, vaxtda da az qalıb. İstəyirsiniz elə burada saxlayaq. Çünki əzələdə biraz çox şeylər var. Çünki orada döş əzələsi var. Döş əzələsinin digər əzələlərə nisbəti var. Həm də məsələlərin həllində o sizə lazım olacaq. Ona görə elə burada dayanaq müəllimlər. Burada dayanaq, uzun çəkməsin. Yoruldu sizdə, mən də yoruldum. Burada saxlayaram mən dərsi.